Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Axşamınız xeyir. Salam müəllim, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Deməli, bugün sizlərlə bilirsiniz ki, mən sizə mövzular göndərmişdim və ən çox tələbin olduğu bir mövzu planlaşdırma mövzusu haqqında danışacağıq. Yəni mən daha çox qısa və sadə izahlar etməyi sevdiyim üçün çalışacağam ki, bu mövzumuzu da qısa və sadə şəkildə, yəni sadə və asan cümlələrlə sizə izah edə bilim ki, yadınızda qalsın. Birinci burada mən özüm izah edəcəm mövzunu. Sonra isə bərabər sizlərlə test işləyəcəyik və yaxud da sizin suallarınız varsa cavablandıra bilərəm. Yəni inanıram ki, artıq planlaşdırma mövzusunu hər xırdalığına kimi bu mövzuda dərk edə bilərik. Əgər hər hansı bir suallarınız yoxdursa, artıq yavaş-yavaş müəllimlərimiz də gəlir. İstəyərəm ki, elə başlayaq biz mövzumuzun izahına. Səsimi aydın eşidə bilirsiniz müəllimlər? Eşidirik müəllim. Bəli. Əla. Səsim gəlməsə, hər hansı bir problem olsa, bildirərsiniz mənə səs açıb. Eyni zamanda sizdən bir xahişim var ki, dərs müddətində xahiş edirəm səslərə diqqət edək. Çünki bu kaydı da mən çəkəcəm inşallah. Qrupunuza da göndərəcəm ki, sonradan da baxa biləsiniz. Çünki istərsəməz indi bir sözü deyirəm, amma unuda bilərik və yaxud da nə isə özünüz də qeydlərinizi götürün ki, sonra testlərdə də sizə kömək olsun. Eyni zamanda da yenirəm, burada əlavə səslər olduqda istər-istəməz dərsin keyfiyyəti də azala bilir. O baxımdan da səslərə biraz daha diqqətli yanaşaq. İndi isə ekranı paylaşıram və başlayırıq mövzumuzun izahına. Aha. Ekranımız görünür mənimlə. Təşkili və planlaşdırılması haqqında danışacağıq. Təbii ki də digər mövzularımız var idi ki, orada hansı ki çalışacağam ki, mən zamanla o mövzularda yer ayıraq, o mövzularımızı da izah edək. Amma ilk növbədə sizinlə bugün seçdiyimiz mövzu planlaşdırma haqqındaydı. Deməli, biz bilirik ki, əgər biz işimizi, yəni keyfiyyətli şəkildə qurmaq istəyiriksə, işimizi düzgün şəkildə qurmaq istəyiriksə, bu zaman ilk növbədə bizim planımız yerli yerində olmalıdır. Yəni, məsələn, düşünün ki, bir işə başlayırsınız, bir işi qurursunuz, bir məşğələni keçirsiniz, amma bilmirsiniz nəyi necə edəcəksiniz. Çünki hələ bir planınız, bir ardıcıllığınız, nəyi keçmək haqqında, hansı iş üsulunu, hansı məqsədə çatacaqsınız, bu haqda bir məlumat yoxdur. Təbii ki də bu bədahətən olacaq və bu planlaşdırmanın olmaması artıq sizin işinizin keyfiyyətini də azaldacaq. Bu baxımdan da siz artıq nəticə əldə edə bilməyəcəksiniz. Əgər testlərdə görsəniz ki, tərbiyəçi müəllim plansızdır, əvvəlcədən işini planlaşdıra bilmir, planı üzrə hərəkət edə bilmir, planı üzrə məşğələlərini keçə bilmirsə, deməli bu müəllimdə hansı prinsip pozulacaq? Hansı ki, burada nəticə yönümlülük prinsipi pozulacaq. Bu, yəni uşaqlarla nəticə əldə edə bilməyəcək. İstər didaktik prinsiplərdən olsun, istər təlimin təşkilindən olsun, nəticə yönümlülüyü burada pozmuş olacaq. Amma ondan əlavə, bəs müəllimin planlaşdırma apara bilməməsi onun hansı bacarığından irəli gəlir və yaxud da planını keyfiyyətli qurması, plan haqqında məlumatlı olması hansı bacarıqdan irəli gəlir? Bu isə onun konstruktiv bacarığı hesab olunur. Yəni, düzdür, bu ayrıca bir mövzudur. Amma mən bunları vurğuluyorum ki, hər zaman hissi öyrənmək daha yaxşıdır. Və biz qeyd elədik ki, bizim planlı olmağımız işimizin keyfiyyətini artırır. Bəs biz hansı planlardan istifadə edirik? Bağçalarda illik planlaşdırma, yəni perspektiv planlaşdırmadan istifadə edirik və eyni zamanda həftəlik və cari planlaşdırmadan istifadə edirik. Adından məlum olduğu kimi ilin əvvəlində, yəni tədris ilinin əvvəlində sizin əlinizdə hazır şəkildə olmalıdır. Yəni əvvəlcədən bunu hazırlamalısınız. Həftəlik cari isə həftəlik şəkildə yazılır. Məsələn, növbəti həftənin 5-ci günə kimi deyə planı yazmış və hazır şəkildə etmiş oluruq. Təbii ki də planlaşdırmamızı həyata keçirən zaman burada bir sıra prinsiplər nəzərə alacağıq, ardıcıllıqlar nəzərə alacağıq, bir sıra əsas hissələrimiz var ki, biz onları qarışdırmamaq üçün daim diqqətli olmalı olduğumuz hissələr olacaq. Bunun üçün də elə mən bunları bu cədvəlin üzərində izah etmək istəyirəm ki, çox uzun uzadı da olmasın, söz qarışıqlığı olmasın və sizlər üçün aydın olsun.
Deməli, burada mən yazmışam illik planlaşdırma, eyni zamanda yazmışam ki, cari planlaşdırma. Bunları qarşı-qarşıya yazmaqda məqsədim isə onlar haqqında həm ayrı-ayrı danışa bilmək, eyni zamanda onları bir-birinə müqayisə edə bilmək deməkdir. Məsələn, bəzən biz, çoxlu dərslər keçən zaman bizə deyilir ki, hətta mən özüm də deyirəm müəllimlərə, deyirəm ki, məsələn, illik planlaşdırmada məşğələ olmur. Müəllimlər deyir ki, ay müəllimə, biz məşğələ yazırıq axı, biz orada məşğələ sözü yazırıq axı və yaxud da mən deyirəm əsas standart, alt standart müəllimlər bilir. Amma tam başa düşə bilmir. Yəni əzbərləyir ki, hə, orada məsələn standart olmayacaq və s. nəsə olmayacaq, amma tam şəkildə belə deyək, başa düşə bilmir. Amma bugünkü izah nəticəsində inanıram ki, artıq bu qarışıqlığı aradan qaldıracağıq. Bir də bəziləriniz görəm yazırsınız ki, ekran görünmür. Bu arada ekran əgər bir neçə nəfərdə görünmürsə, ki, hər kəsdə görünmürsə heç, amma məncə görünür hər kəsdə. Əgər bir neçə müəlliməmizdə görünmürsə, bu zaman yenidən çıxıb daxil olanda yəni düzələcək. Bu internet zəifliyi ilə bağlı olan bir şeydir. Deməli, gəldik illik və cari planlaşdırmamıza. Deməli, müəllimlər, bayaq da dediyim kimi, illik planlaşdırma budur ki, ilin əvvəlindən hazır olmalıdır. Adından məlum olduğu kimi. Eyni zamanda illik planlaşdırmalarımız əsas standarta əsasən müəyyən olunur. Əsas standart nə idi? Məzmun xəttindən çıxırdı, 2 rəqəmlə ifadə olunurdu, məzmun xətti üzrə görüləcək işlərin istiqamətini müəyyən edirdim. Bizim də hər bir məzmun xəttimizin özünün əsas standartları var idi. Deməli, illik planlaşdırma nəyə əsasən müəyyənləşdi? Əsas standarta. Amma bundan fərqli olaraq bizim cari planlaşdırmamız alt standarta əsasən müəyyənləşir. İndi mən bunları sizə deyəcəm ki, nəyə görə bu əsas, bu alt standart oldu? İndi gəlin bu dediyim fikri həm də həftəlik planlaşdırmanın gedişatını yazmışam. Siz illik planı tərtib edirsinizsə, burada məsələn standart yazırsınız, standartdan məşğələ çıxardırsınız, məşğələyə əsasən mövzu seçirsiniz, mövzuda əsasən inteqrasiyalardan istifadə edirsiniz, resurslar seçirsiniz və tarix qeyd edirsiniz. Amma bundan fərqli olaraq həftəlik planınızda isə standart yazırsınız, mövzu yazırsınız, məqsəd yazırsınız, inteqrasiya, iş forması, iş üsulu və resursları qeyd edirsiniz. Amma əsas məqsədim hələ bu deyil ki, mən bu ardıcıllığı söylədim. Sadəcə mən sizə əsas standart, alt standart demişəm. Onu başa salmaq istəyirəm. Baxın müəllimlər, mən bura yazıram ki, məsələn 2 rəqəmini. Bizim neçə inkişaf sahəmiz var? 4 inkişaf sahəmiz var. Birincisi fiziki idi, ikincisi idrak, üçüncü estetik, dördüncü sosial-emosional. Baxın, mən bura 2 yazanda ağlımıza hansı inkişaf sahəsi gəlir? Chat hissəsindən yaza bilərsiniz müəllimlər. Mən bura 2 yazdım. Sizin ağlınıza hansı inkişaf sahəsi gəldi? Hansı inkişaf sahəsini düşündünüz? Yəni idrak. Əla. Baxın, indi mən sizə belə bir sual verirəm. Bu bizim məzmun xəttimizdir. Siz buna əsasən, bu 2-yə, bu idraka əsasən təxmin eləyə bilərsinizmi ki, mən bugün hansı məşğələni keçəcəm? İdrakin özündə o qədər məşğələ var. Ətraf aləmi var, bədi təfəkkürü var, riyaziyyatı var, savad təlimi var. Gördünüz, bu 2-yə əsasən siz təxmin eləyə bilmədiniz mən hansı məşğələni keçirəm, düzdür? Ona görə mən demədim illik planlaşdırmamız məzmun xəttindən çıxır. Baxın, gördünüz, çünki çıxmadı həqiqətən də. Amma mən bura 1-i əlavə eləsəm, 2-nin yanına 1 əlavə edən kimi sizin ağlınıza hansı məşğələ gələcək? 2-1 deyəndə hansı məşğələmiz nəzərdə tutulurdu? Ətraf aləm. Düzdür? Amma indi siz bildinizmi mən hansı məşğələni keçirəm? Ətraf aləm məşğələsini. Əla. Sizin yazılarınızda oxuyuram, əla müəllimlər. Baxın, indi başa düşdünüzmü ki, nəyə görə əsas standartdan çıxdı? Çünki baxın, burada standartdan sonra məşğələ çıxmalıydı axı. Siz bildiniz ki, indi mən burada ətraf aləm məşğələsi keçirəm. Bunu çünki əsas standart sizə kömək elədi. Və ona görə də siz əsas standarta əsasən illik plan yazırsınız. Çünki burada sizin məşğələniz var. İndi burada sonra nə var? Mövzu. İndi bu 2-1-ə baxın, təxmin edin ki, mən hansı mövzunu keçirəm? Ətraf aləmdə yüzlərlə bəlkə mövzu var. Nə biləcəksiniz hansı mövzunu keçirəm? Mövzuları hardan çıxarda bilərəm? Səsləri bağlayaq. Səsləri bağlayaq, zəhmət olun.
Ruqiyyə müəllimə sizə səs çıxdı. Aha. Əla. Deməli, burada siz artıq mənim mövzumu təsəvvür eləyə bilməyəcəksiniz. Ona görə mən bura nə yazmalıyam? Bir dənə də alt standart yazmalıyam ki, mövzu məqsəd çıxarda bilim. Baxın, bura mən bir dənə alt standart biri də əlavə eləyəndə, bunu həmişə deyirəm, ailə, vətən, uşağın özü ilə bağlı olan mövzulardır. Siz buradan təxmin edə bilərsiniz ki, mən ailə haqqındamı, vətən haqqındamı, uşağın özü ilə bağlı hər hansı bir mövzu keçirəm. Deməli, onda belə çıxır ki, bu əsas qeyddir, çox diqqətli olun. İllik planlaşdırmamız əsas standart əsasən müəyyən olundu. Niyə görə? Çünki məşğələ var. Amma testdə görünsə ki, illik planda alt standartın heç rolu yoxdur, bu da səhvdir. Axı mövzular ancaq alt standartdan çıxacaq. Ona görə əsas standart əsasən illiyi çıxardırsınız. Amma mövzulara görə sizə alt standart da lazımdır müəllimlər. Bunu diqqətli olun. Testlərə də düşür. Biz də əsas standart əzbərləyirik və bəzən çaşırıq. İndi deyəcəksiniz ki, hansı ki, bəs niyə görə cari planımız alt standartdan çıxdı? Baxın müəllimlər, cari planda standartdan sonra artıq məşğələ yazısı yoxdur. Yəni məşğələ yazmağa ona görə də ehtiyac yoxdur. Elə 2-1-1-i yazıb, burada ailə mövzusunu mən rahatlıqla seçə bilərəm. Yəni artıq mənim burada əlavə bir 2-1 yazmağıma ehtiyac qalmadı. Və burada sizin məşğələ yazmağınıza ehtiyac yoxdur. Çünki əgər bu standartları tanıyan bir yoxlama deyək və yaxud da kimsə baxırsa sizin planınıza, zaten o onsuz ki bu 2-1-1-i görəndə sizin ətraf aləm məşğələsi keçdiyinizi də, hansı mövzu keçdiyinizi də o sizin elə bu hissəyə baxanda təxmin eləyəcək. Yəni ona görə də cari planda məşğələ sözü yazmağa ehtiyac yoxdur. 2-1-1 oraya yazanda və yaxud da bir onu göstərən bir rəqəmi orada ifadə etdikdə, standartı qeyd etdikdə sizin kifayət qədər hansı məşğələdən söhbət baş hissəmizə qayıdıram. Dedik, illik planlaşdırma əsas standart əsasən çıxdı, çünki məşğələ var idi. Alt standart əsasən cari planımız çıxdı, çünki məşğələ sözü burada yoxdur. Sadəcə standartdan mövzu çıxırdı. Amma testlərdə illik planlaşdırmada alt standartın heç rolu yoxdur. Yəni rolu yoxdur kimi sözlər görəndə də doğru qəbul etmirik, çünki orada mövzular da var idi. Buna görə. İllik planlaşdırma il ərzində keçiriləcək məşğələlərə əhatə edirdi. Yəni siz illik planınıza yalnız və yalnız məşğələ fəaliyyətinizi yazacaqsınız və il ərzində, yəni ilin əvvəlindən artıq hazır şəkildə bunu yerləşdirməlisiniz. Amma bundan fərqli olaraq cari planlaşdırmanızda isə məşğələ ilə yanaşı digər fəaliyyətləriniz var. Oyunlar aparırsınız, gündəlik, əmək fəaliyyəti təşkil edirsiniz, gəzintiniz olur, axşam fəaliyyətiniz olur. Yəni bunlara da yer verəcəksiniz. Bunlar oldu cari planda. İlin əvvəlindən hazır olurdu. Bu bizim illik planımız. Həftəlik şəkildə yazılırdı. Bu da bizim həftəlik planımızdır. Və əsas məqsəd. İllik planlaşdırmada ümumi mövzuları əks etdirirdi deyə buradan ümumi təlim nəticələrini rahatlıqla müəyyənləşdirirsiniz. Yəni il ərzində bu mövzuları öyrətdikcə ilin sonunda ümumi olaraq həmin mövzulara çatmalısınız da siz. Hamısını öyrətməyi bacarmalısınız. Bu. Amma cari planlaşdırmada ki, həftəlik yazılır deyə həftəlik məşğələ üçün məqsədlər təyin edirsiniz və təlim nəticəsi, yəni məqsədlərimiz yer alır. Təlim nəticəsi də məqsədimizin digər adı idi. Belə. İndi gəldik onların ardıcıllığı haqqında, hansı ki mən bayaq da danışdım, onların ardıcıllıqları haqqındakı standartdır, standartdan sonra mövzuydu, məqsəd idi, bu qaydada çıxırdı. Baxın, illik planlaşdırmada siz dedik ki, standartdan məşğələ çıxartdınız, çünki dedik ki, əsas standartdan çıxırdı, məşğələ yazmalısınız. Yəni, ətraf aləm tanışlıq məşğələsidir, nədir, nə deyil, məşğələnin adını yazmalısınız. Sonra buradan mövzu çıxardırsınız, sonra inteqrasiyalardan istifadə edirsiniz, resurslar müəyyənləşdirirsiniz və tarixi qeyd edirsiniz. Amma cari planda bundan fərqli olaraq standartdan mövzu, mövzudan məqsəd, yəni təlim nəticəsi, bayaq yuxarıda da qeyd etmişdim. Əsasən inteqrasiyamız, iş üsulumuz, iş formamız və resurslarımız yer alır. Deməli, bunların hər ikisinin ortaq olanları hansılardır? Baxın, standartlar eynidir. Ortaqdır. Hər ikisində də standart yazılır. Amma həftəlikdə, daha doğrusu illikdə məşğələ sözü var, amma caridə yoxdur. Mövzu da hər ikisində ortaqdır. Baxın, hər ikisində də mövzu var. Sonra inteqrasiya hər ikisində var. Resurs hər ikisində var. Tarix isə hər ikisində yoxdur. Deməli, hansılar oldu ki, deməli, illik planda oldu, amma caridə olmadı. Bunlar oldu. Məşğələ sözü, bir də tarixlər.
Məsələn, deyirəm ki, iyunun 2-ci həftəsi və yaxud da deyirəm sentyabrın 1-ci həftəsi, 2-ci həftəsi və s. Bunu da yazırsınız siz yenə illik planınızda. Hansılar bəs caridə var, illikdə yoxdur? Bu da məqsədimizdir, yəni təlim nəticəmiz, iş formamız və iş üsulumuzdur. Bu da onların əsas fərqlərindən biri idi. Və əlavə olaraq burada inteqrasiya hər ikisində də eynidir. Standart olaraq da yenə eyni götürəcəksiniz. Amma burada resurslarda bir fərq var. Necə fərqdir? İstəyərəm bu resurslardakı fərqi də izahlayım ki, testlərdə görəndə çətinliyiniz olmasın. Baxın müəllimlər, resurs hər ikisində yazılır. Bir var, mən ilin əvvəlindən resurs müəyyənləşdirim. Deyim ki, yəni bu resursları bu məşğələdə istifadə edəcəm. Bir də var, mən həftəlik resurs yazıram. Sizcə hansındakı resurs dəqiq olar? İllikdəki yoxsa həftəlikdəki? Yaza bilərsiniz. Bəli. Çünki, çox doğru yazdım. Oradan bir resurs tapım. Bir də var, mən artıq bilirəm ki, məqsədim budur və bu məqsədlərə çatmaq üçün mənə bu resurslar lazımdır. Bu artıq daha dəqiqdir. Ona görə də, məsələn, siz illik planınıza yaza bilərsiniz. Müvafiq resurs, müvafiq deyək idman ləvazimatı və s. Amma məsələn, caridə onu yazamazsınız. Çünki caridə artıq məqsəd var. Məqsədə çatmaq üçün hansı resurs lazımdır sizə, hansı iş forması lazımdır, hansı iş üsulu lazımdır, bunları dəqiqliklə seçməlisiniz. Bu da onlar arasındakı əsas fərq idi. Bu hissəmizlə bağlı hər hansı bir çətinliyimiz, sualımız var müəllimlər? Digər hissələri izah edəcəm. Əsas indi dediyim hissələrlə bağlı. Əla. İndi gəlin, mən bayaq burada sizə inteqrasiya sözü demişəm. Özdə dedim ki, inteqrasiya hər iki planlaşdırmada yer alırdı. Ona görə də inteqrasiyadan haqqında danışmaq istəyərdim sizə. Baxın, inteqrasiya dedikdə, bağçalarda ən çox inteqrasiyanın inkişaf sahəsi daxilindəki inteqrasiya və inkişaf sahəsi arasındakı inteqrasiya istifadə olunur. İndi bunu izah edim, təlim nəticələri haqqında danışacağım. Deməli, müəllimlər, inkişaf sahəsi daxili inteqrasiya və inkişaf sahəsi arasında inteqrasiya nədir? Əslində biz əvvəl bunları şaquli inteqrasiya və üfüqi inteqrasiya adı altında öyrənirdik. Amma indi yeni ədəbiyyatlarda daha çox onların adları dəyişib, olub inkişaf sahəsi daxili, inkişaf sahəsi arası. Mahiyyət etibarən eynidir. Bəzən testlərdə şaquli, üfüqi sözlərini də görə bilərsiniz. Deməli, inkişaf sahəsi daxili nədir? Baxın, məsələn, bunu mən belə izah edeyim sizə. Məsələn, deyək ki, bu ev idraçın evidir. İdraç. Burada olsun, məsəl üçün, kiçik bir ev, deyək ki, məsəl üçün, estetikın evi. Baxın, inkişaf sahəsi daxilidirsə, deməli, bu idrakdan çıxa bilməz. Yəni, hansı məşğələ ilə əlaqələnsin, idrakda olmalıdır. Deməli, eyni inkişaf sahəsində olmalıdır. Məsələn, mən deyək, ətraf aləmi, yəni, məsələn, 2-1-i istəyirəm inteqrasiya edeyim, deyək ki, bədii təfəkkürlə. 2 ilə. Fikir verdiniz, mənim başdakı ikilərim dəyişmədi. Nə olsun ki, sonralar dəyişə də bilər, onlara baxmayın. Əsas başdakılar dəyişmədi. Yəni, hər ikisi də idrak olaraq qaldı. Deməli, inkişaf sahəsi daxilidir, yəni şaquli inteqrasiyadır. Bir də var ki, mən bu 2-1-1-i gəlim 3-1, məsələn, 2 ilə əlaqələndirim. Fikir verdiniz, artıq burada başdakı mənim 2-im, gəldi oldu 3 və bu evdən çıxdı artıq, keçdi digər evə. Deməli, burada üfüqi, yəni müxtəlif sözünün müsündən üfüqinin üsünü yadınızda saxlayırsınız. Müxtəlif, yəni üfüqi inteqrasiyalardan istifadə olunacaq. Bu da inkişaf sahəsi arası inteqrasiya hesab olunur. İndi əlavə olaraq bura bir neçə nümunə yazacağım. Sizlər yazın ki, hansı üfüqi, hansı şaqulidir və yaxud da inkişaf sahəsi arası, inkişaf sahəsi daxildə deyə bilərsiniz. Sizə necə rahatdır elə deyərsiniz. Məsələn, mən 2, 1, 4-ü 1, 1, 4-dən inteqrasiya etmişəm. Bu üfüqi yoxsa Üfüqi deməlim. Doğrudur. Əla. Çünki fikir verdiniz, 2-dən 1-ə keçid etdim. Ona görə də üfüqi oldum. Əla. Sonra hansı halda bəs inteqrasiya olunmur? İnteqrasiya olunmur, hansı halda olur? Necə hansı halda inteqrasiya olunmur? Testlərdə görürük, amma başa düşə bilmirəm, görüm hansı halda da inteqrasiya deyirik, burada inteqrasiya yoxdur.
Məsələn, Şaqili götürürük və ya Üfüqü götürürük. Deyib, burada inteqrasiya yoxdur. Ola bilər ki, orada nəsə diferensiallıq verə bilər, orada nəsə müxtəlif öyrənmə tərzini verə bilər. İndi mən bilmirəm hansı test edirsiniz, çünki orada situasiyaya görə dəyişir. İstənilən halda siz inteqrasiyalardan istifadə edə bilərsiniz öz istədiyiniz qədər. Çünki əsas odur vaxtınıza belə deyim, riayət eləyin və ona çatın. O inteqrasiyaları istifadə edin. Amma ola bilər ki, bəzən testdə məsələn diferensiallığı falan salırlar. Məsələn deyir ki, bəzi uşaqlara vizual tapşırıq verir, bəzisine audial verir. Məsələn biz də ona baxanda elə bilirik ki, nəsə əlaqə qurur da orada. Amma əslində orada öyrənmə tərzi olur. Belə situasiyalar ola bilər ki, orada inteqrasiya yoxdur. O situasiyaya görə dəyişir. Yəni sadəcə situasiyalarda diqqətli olun. Əgər inkişaf sahəsi ilə digər inkişaf sahəsi əlaqəyə girirsə, bu 100% ki, inteqrasiyadır. Bir də bəzən müəllimlər nəyi qarışdırır? Məşğələ əlaqəsini. Məşğələlər arasında əlaqə görən kimi gəlir götürür inkişaf sahəsi arası. Axı elə məşğələlər var ki, eyni inkişaf sahəsi daxilində qalır. Bunlara da diqqətli olmalısınız. Sonra buyurun. Bağışlayın, sualda mən verim. Resurslara qədər yazırıq. Resursa qədər. Mərhələləri yazmırsınız. Elə onu deyəcəydim. Məşğələ mərhələlərini izah edəcəm. İtimalda yazılır, hə? Bəli. Orada baxın belə düşə bilər tezdə. Məşğələ mərhələləri ümumiyyətlə yazılmır. Çünki yenə deyirəm, baxın müəllimlər, siz əgər burada qeyd elədiyim hissəni gözəl yazmısınızsa, sizin mən gəlib məşğələnizin bu hissəsini oxusam, onsuz da biləcəm siz motivasiyada da neynəmsiniz, dərk etmədə də neynəmsiniz, tətbiqdə də. Yəni bu hissi onu deyir onsuz da. Onu bir də əlavə motivasiyada kutu gətirdim, yəni kutudan bu çıxdı və s. Sonra uşağa bunu dedim, uşaq bunu dedi, ehtiyac yoxdur yazmağa. Planda yazılmır. Heç bir planda məşğələnin mərhələlərini qeyd eləmirsiniz. Sadəcə icmalda yazırsınız, amma testdə belə sual düşsə ki, icmal hansı plana əsasən müəyyən olunur? Hansı plan əsasən müəyyən olunur? Əsas standarta aid deyil müəllimə. Əsas plana cari. Çünki siz orada məqsədləri yazacaqsınız, siz orada iş formaları yazacaqsınız, iş üsulları ona görə də cari əsasən müəyyənləşdirirsiniz. Bu da düşür testdə, bunu da götürərsiniz. Bir də əlavə olaraq testdə belə bir şey görə bilərsiniz ki, indi düzdür, bugünkü mövzudan bir azca kənar oldu. Dəyərləndirmə metodları olur. Məsələn, siz uşaqlara məşğələ keçirsiniz, sonra bir qiymətləndirmə aparırsınız, görək kim nə öyrəndi, kim nə öyrənmədi. Baxın, həmin dəyərləndirmə metodlarını da elə cari planın özünə əsasən seçirik. Biz gələcəkdə dəyərləndirmə mövzusunu izah edəndə mən onu sizə daha dərinlə izah edərəm. Bugün sadəcə istəmirəm çox kənara çıxaq. Amma testlərdə görsəniz dəyərləndirmənin metodunu seçir, bəli, cari plan seçir. Çünki məqsəd buradadır, məqsəd əsasən meyar çıxır ona görə. Aha. Belə. Sonra inteqrasiya olaraq burada deməli mən istifadə edirəm 2, 2, 1 və 3, 1, 9 ilə inteqrasiya verirəm. Burada hansı inteqrasiya olacaq? Bu da üfüqidir də. Bəli, üfüqi inteqrasiyadır. Məsələn, mən uşaqlara öyrədirəm 2, 1, 4 ilə inteqrasiya, 4-ü istifadə edirəm 2, 2, 4 ilə. Yəni, savad təlimin tələffüz qaydaları. Burada isə Şaquli inteqrasiyalarda istifadə olunmuş olur. Çünki fikir verdiniz, mən idrakdan çıxmadım. İnteqrasiya ilə bağlı sualımız var, müəllimlər? Müəllimə, ona bir dənə sual verim. Buyurun. Çox vaxt elə olur ki, məsələn, yazır 2, 1, 4, 2, yenə, necə deyim, belə bir ki, əsas standartlar dəyişilir orada. Onu da üfüqü götürürlər. Necə? Məsələn, yazır 2, 1, 4, çox vaxt belə rast gəlir mənə. Baxmayın, bilirsiniz nəyə görə? Mən bayaq dedim, bu sondakı rəqəmlərə baxmayın. Əsas məzmun xəttlər arasında inteqrasiya olur. Elə şey yoxdur. Yox, qəti baxmayın. O çaşdırır sizi. Yanlış məlumatdır. Çünki inteqrasiyanın öz təriflərini də kurikulum kitabından açıb özünüzdə oxuya bilərsiniz. Mənbə ilə danışmaq lazımdır danışanda. Məzmun xəttləri deyir. Məzmun xətti nədir? Yəni inkişaf sahəsi. İnkişaf sahəsi neçə rəqəmdir? 1. İndi mən əsas standart dedim, alt standart dedim. Bəli. Xeyr, demədiniz, inkişaf sahələri. Bəli, qəti qarışdırmayın. Bir də həyatla əlaqə deyirlər. O nədir? O da inteqrasiyanın növüdür, yoxsa nədir o? Necə? Bir də deyin. Həyatla əlaqə. Bəli. Məsələn, yol qaydalarını keçirsən, sonra tətbiq edirsən. O inteqrasiyanın növüdür, yoxsa nə idi? Yoxsa elə ayrıca inteqrasiya? Yox, inteqrasiyanın bir növü də həyatla əlaqələndirmədir. Sadəcə planda mən onu qeyd eləmədim. Çünki biz onu daha çox məşğələlərdə deyil, layihə əsaslı modellərdə eləyirik.
Yəni təcrübə, tədqiqat bu işlərdə Yəni istifadə növ olunur. olaraq iki növ var da inteqrasiyanın elə. Əslində həyatla əlaqələndirmə də var. 3 növ deyə bilərik. Amma dediyim kimi, onu sadəcə ayrılırlar da layihələrə ona görə. Məşğələ tətbiqi o zaman 2 cürdür, Bəli. amma belə götürəndə 3 cür. Layihə əsasında öyrənirlər, yenilik kəşf edirlər. Təbii ki də orada da öz həyatları ilə əlaqələndiririk. Ən ali növüdür. Çünki birbaşa uşağın öz təcrübəsi ilə əlaqələndirmiş olurdu. Belə. Bir də ki, müəllimlər. Müəllimə üzr istəyirəm, bir dənə söz sual verəcəm. İndi bu inteqrasiyaları, yəni ki biz vururuq da şagird üfüqi və məşğələlərdə bu istifadə olunur. Hər müəllimə də indi bir cür deyir də, indi yeni sözlərimiz bunlar. Məşğələ daxili, məşğələ xarici. Müəllimə yox. Bilirsiniz. Bunlar bunu nədir? Ay müəllimə. Çünki görürəm ki, testlər olur, ya bir müəllimə o sözləri deyir, özümüz də çaşıb qalırıq ki, yəni ki, bu istifadə olunur bu məşğələ daxili nədir, məşğələ xarici nədir? İndi mən onu deyəcəm. Çünki o qədər müəllimə, o qədər testləri qarışıq, inansız müəllimələrin hamısının başını qarışdırırlar. Yəni bildiyimizi elə cür eləyirlər ki, yazırlar ki, testlər eləyirlər ki, deyirik ki, biz heç nə bilmirik. Burada nə qədər dərinliklər var. Amma əslində bildiyimiz bir şagirdi, bir də üfüqidir də. Müəllimələr də bilirsiniz. Belə deyim də, mən o qədər yəni o sualları artıq eşitmişəm. Hətta mən plan mövzusunu keçəndə, inteqrasiyanı keçəndə, indi düzdür bizim mövzumuz bu gün inteqrasiya deyil. Ona görə mən inteqrasiyadan ötəri keçirəm. Çünki plan daxilində öyrədirəm. Amma inteqrasiya ayrıca bir mövzu kimi keçirəm standartların içərisində. Baxın, müəllimlər mənə də sual verirlər. Məşğələ arası daxili, məşğələ arası. Elə inteqrasiya növü yoxdur ay müəllimlər. Onu kimsə deyir, sadəcə sizi çaşdırır. Nəyə görə? Çünki mən özüm də testdə yazıb, hətta bəzən belə bir məşğələ sözü yazıb, onu çaşdıram müəllimlər. Nəyə görə? Çünki baxın, ətraf aləm, bura yazıram ətraf aləm, qısa yazıram, mən ətraf yazacağam. Burada da yazıram riyaziyyat. Mənim bura yazdığım məşğələ eyni məşğələdir müəllimlər. Xeyr, fərqlidir. Gördünüz, fərqlidir. Amma hər ikisi də hansı inkişaf sahəsinə aiddir? İdraka. İndi bu şagird yoxsa üfüqi? Bu inkişaf sahəsi daxilində olan. Gördünüz. Nə olsun ki, bu məşğələlər müxtəlifdir, amma məzmun xəttləri eynidir. Yenə deyirəm, rəsmi mənbə kurikulum kitabıdır. Açın, baxın. Orada da belə yazılıb. Ay, kimsə məşğələ arası daxili dedi, məşğələ arası xarici dedi. Onlar düzgün başa düşməyiblər ola bilsin situasiyanı. Düzgün deyil. Qətiyyən elə bir şey yoxdur. Müəllimlərin çoxudur indi, bəlkə də onlara xoş gəlmir. Amma biz bu gündəlik yazdığımız planlardır. Bu 2-3 ildir də biz bunları tətbiq etməyə başlamışıq. Elə bağçalar var, çoxdan tətbiq edir. Biz də indi yavaş-yavaş yolunu düşmüşük. Ona görə deyirəm ki, müəllimlər deyir ki, o dərsi izah eləsinlər. Mən istəyirəm. Bu dərsdir əslində. Bizim əsas birinci gündəlik istifadə etdiyimizdir. Ona görə mən maraqlı gəlir ki, məşğələ daxili, məşğələ üstü, məşğələ altı bu yeni sözlərdirmi, yoxsa şagiri elə üfüqi olan bizə bəs edirmi? Bizə elə inkişaf sahəsi sözü bəsdir. Siz o məşğələ sözünü beyninizdən çıxardın ki, gələcəkdə də çaşmayasınız. Aha, çox yoxdur. Baxın, sizlər işləyən müəllimlərsiniz. İndi burada işləyən müəllimlərimiz də var, işə hazırlaşan müəllimlərimiz də var. Hər birinizə də uğurlar. Mən özüm də işləyirəm. MİQ imtahanından getmişəm, diaqnostikada yüksək nəticəm də var. Yəni diaqnostika 55 bal toplamışam mən. Və eyni zamanda ondan sonra yəni mən başlamışam təlimçiliyimə, çünki görmüşəm ki, artıq mənim burada savadım var və mən bunu artıq istəyirəm ki, müəllimlərə də öyrədim. Dəstək məqsədli. Eyni zamanda müəllimlər, mən də sizin kimi gündəlik plan da yazıram. Sizin yazdığınız bütün sənədləri də yazıram. Yəni təkcə bu kurikulumu oxuyub gəlib izah eləmirəm sizə. Planımı yazıb da gəlib sizə izahlayıram. Yəni sizin kimi mən də plan yazıram. Və görürəm, orada mən məşğələ falan əlaqə qurmuram vallah. İnkişaf sahələrini qoyuram qabağıma. Daha mən onlara əzbər verirəm onsuz da. İnkişaf sahələri əsasən əlaqələr qururam. Onun əsasən də belə inteqrasiyalardan istifadə edirəm. Yəni bizim də, məsələn, mən də bu arada hətta monitorinq yoxlaması da bəlkə eşitmiş olarsınız. Üzürlü sayın, biraz kənara da çıxıram. Ən ağır yoxlamalardan idi və mən 6 ayın işçisiydim. Mənim bütün sənədlərimi də yoxlayıblar. Eyni zamanda bir gündəlik iş fəaliyyətimi yoxlayıblar. Mənlə bərabər gündəlik uşaqlara dediyim hər sözdən, məşğələmdən, vaxtından hər bir şey. Və bircə də olsun qüsur gəlməmişdi. Hamısına əla yazılmışdı. Bu da demək ki, mənim yazdığım sənədlərim düz olubdu. Sadəcə bu nəticəni çıxardıram. Ona görə də belə deyim də, dediyimi də mənbə ilə deyirəm. Yəni buradan çıxıb sizə kurikulumun kitabını göndərə bilərəm. Amma çox təəssüf ki, məsələn mən də görürəm TikTok olsun, digər platformalarda sırf baxış yığmaqmı deyək və yaxud da nələrəsə görə müəllimləri səhv yönəldirlər. Baxmayın elə şeylərə.
Mən həmişə deyirəm müəllimlərə, araşdırın, amma diqqətlə araşdırın. Çox tez işləyin, amma diqqətlə işləyin. Çünki hər sözə inanmayın. Hətta sizə lazımdır ki, yəni sizin praktikanız da var, bizim də praktikamız var. Gündəlik o dediyiniz monitorinqlər bizə də gəlir. Mənə sadəcə lazımdır ki, bu məşğələləri biz quranda, hər gün biz onu əgər tətbiq eləyiriksə, məşğələni quruqsa, düz cari planlarımızdır. Bu biz presbiyetli planda uyğun yazırıq. Mənə də o lazımdır ki, yəni bu məşğələlərdə istifadə ediriksə, bunları mən yazıram, mən də səhvsiz yazıram. Sadəcə olaraq mənə kimsə gəlib belə sual versə ki, məşğələ üstü eləmirsən, məşğələ altı, buna görə mən biraz çaşdım. Sizə elə sual verməyəcəklər. Elə sual yoxdur. Elə şey yoxdur ki, sizə sual versinlər. Əgər kimsə sizə sual verər, indi onlar öyrənirdilər, yenilik kəşf edirlər. Təbii ki də orada da öz həyatları ilə əlaqələndiririk. Ən ali növüdür. Çünki birbaşa uşağın öz təcrübəsi ilə əlaqələndirmiş olurdu. Belə. Bir də ki, müəllimlər. Mən üzr istəyirəm, bir dənə söz sual verəcəm. İndi bu inteqrasiyaları, yəni ki, biz vururuq da şagird üfüqi və məşğələlərdə bu istifadə olunur. Hər müəllimə də indi bir cür deyir də, indi yeni sözlərimiz bunlar. Məşğələ daxili, məşğələ xarici. Müəllimə yox. Bilirsiniz. Bunlar nədir? Ay müəllimə. Çünki görürəm ki, testlər olur, ya bir müəllimə o sözləri deyir, özümüz də çaşıb qalırıq ki, yəni ki, bu istifadə olunur bu məşğələ daxili nədir, məşğələ xarici nədir? İndi mən onu deyəcəm. Çünki o qədər müəllimə, o qədər testləri qarışıq, inansız müəllimələrin hamısının başını qarışdırırlar. Yəni bildiyimizi elə cür eləyirlər ki, yazırlar ki, testlər eləyirlər ki, deyirik ki, biz heç nə bilmirik. Burada nə qədər dərinliklər var. Amma əslində bildiyimiz bir şagirdi, bir də üfüqidir də. Müəllimələr bilirsiniz. Belə deyim də, mən o qədər yəni o sualları artıq eşitmişəm. Hətta mən plan mövzusunu keçəndə, inteqrasiyanı keçəndə, indi düzdür, bizim mövzumuz bu gün inteqrasiya deyil. Ona görə mən inteqrasiyadan ötəri keçirəm. Çünki plan daxilində öyrədirəm. Amma inteqrasiya ayrıca bir mövzu kimi keçirəm standartların içərisində. Baxın, müəllimlər mənə də sual verirlər. Məşğələ arası daxili, məşğələ arası. Elə inteqrasiya növü yoxdur ay müəllimlər. Onu kimsə deyir, sadəcə sizi çaşdırır. Nəyə görə? Çünki mən özüm də testdə yazıb, hətta bəzən belə bir məşğələ sözü yazıb, onu çaşdırıram müəllimlər. Nəyə görə? Çünki baxın, ətraf aləm, bura yazıram ətraf aləm, qısa yazıram, mən ətraf yazacağam. Burada yazıram riyaziyyat. Mənim bura yazdığım məşğələ eyni məşğələdir müəllimlər. Xeyr, fərqlidir. Gördünüz, fərqlidir. Amma hər ikisi də hansı inkişaf sahəsinə aiddir? İdraka. İndi bu şagird yoxsa üfüqi? Bu inkişaf sahəsi daxilində olan. Gördünüz. Nə olsun ki, bu məşğələlər müxtəlifdir, amma məzmun xəttləri eynidir. Yenə deyirəm, rəsmi mənbə kurikulum kitabıdır. Açın, baxın. Orada da belə yazılıb. Ay, kimsə məşğələ arası daxilidir, məşğələ arası xaricidir. Onlar düzgün başa düşməyiblər ola bilsin situasiyanı. Düzgün deyil. Qətiyyən, elə bir şey yoxdur. Müəllimlərin çoxudur, indi bəlkə də onlara xoş gəlmir. Amma biz bu gündəlik yazdığımız planlardır. Bu 2-3 ildir də biz bunları tətbiq etməyə başlamışıq. Elə bağçalar var, çoxdan tətbiq edir. Biz də indi yavaş-yavaş yolunu düşmüşük. Ona görə deyirəm ki, müəllimlər deyir ki, o dərsi izah eləsinlər. Mən istəyirəm. Bu dərsdir əslində. Bizim əsas birinci gündəlik istifadə etdiyimizdir. Ona görə mən maraqlı gəldi ki, bu məşğələ daxili, məşğələ üstü, məşğələ altı bu yeni sözlərdirmi, yoxsa şagird elə üfüqi olan bizə bəs edirmi? Bizə elə inkişaf sahəsi sözü bəsdir. Siz o məşğələ sözünü beyninizdən çıxardın ki, gələcəkdə də çaşmayasınız. Aha, çox yoxdur. Baxın, sizlər işləyən müəllimlərsiniz. İndi burada işləyən müəllimlərimiz də var, işə hazırlaşan müəllimlərimiz də var. Hər birinizə də uğurlar. Mən özüm də işləyirəm. MİQ imtahanından getmişəm, diaqnostikada yüksək nəticəm də var. Yəni diaqnostika 55 bal toplamışam mən. Və eyni zamanda ondan sonra yəni mən başlamışam təlimçi eləməyə. Çünki görmüşəm ki, artıq mənim burada savadım var və mən bunu artıq istəyirəm ki, müəllimlərə də öyrədim. Dəstək məqsədli. Eyni zamanda müəllimlər, mən də sizin kimi gündəlik plan da yazıram. Sizin yazdığınız bütün sənədləri də yazıram. Yəni təkcə bu kurikulumu oxuyub gəlib izah eləmirəm sizə. Planımı yazıb da gəlib sizə izah eləyirəm. Yəni sizin kimi mən də plan yazıram. Və görürəm, orada mən məşğələ falan əlaqə qurmuram vallah. İnkişaf sahələrini qoyuram qabağıma. Daha önce mən onları əzbər verirəm onsuz da. İnkişaf sahələri əsasən əlaqələr qururam. Onun əsasən də belə inteqrasiyalardan istifadə edirəm. Yəni bizim də, məsələn, mən də bu arada hətta monitorinq yoxlaması da bəlkə eşitmiş olarsınız. Üzürlü sayın, biraz kənara da çıxıram. Ən ağır yoxlamalardan idi və mən 6 ayın işçisiydim. Mənim bütün sənədlərimi də yoxlayıblar. Eyni zamanda bir gündəlik iş fəaliyyətimi yoxlayıblar. Mənlə bərabər gündəlik uşaqlara dediyim hər sözdən, məşğələmdən, vaxtından hər bir şey. Və bircə də olsun qüsur gəlməmişdi. Hamısına əla yazılmışdı. Bu da demək ki, mənim yazdığım sənədlərim düz olubdu. Sadəcə bu nəticəni çıxardıram. Ona görə də belə deyim də,
dediyimi də mənbə ilə deyirəm. Yəni buradan çıxıb sizə kurikulumun kitabını göndərə bilərəm. Amma çox təəssüf ki, məsələn mən də görürəm TikTok olsun, digər platformalarda sırf baxış yığmaqmı deyək və yaxud da nələrəsə görə müəllimləri səhv yönəldirlər. Baxmayın elə şeylərə. Mən həmişə deyirəm müəllimlərə, araşdırın, amma diqqətlə araşdırın. Çox tez işləyin, amma diqqətlə işləyin. Çünki hər sözə inanmayın. Hətta sizə lazımdır ki, yəni sizin praktikanız da var, bizim də praktikamız var. Gündəlik o dediyiniz monitorinqlər bizə də gəlir. Mənə sadəcə lazımdır ki, bu məşğələləri biz quranda, hər gün biz onu əgər tətbiq eləyiriksə, məşğələni quruqsa, düz cari planlarımızdır. Bu biz perspektiv planda uyğun yazırıq. Mənə də o lazımdır ki, yəni bu məşğələdə istifadə ediriksə, bunları mən yazıram, mən də səhvsiz yazıram. Sadəcə olaraq mənə kimsə gəlib belə sual versə ki, məşğələ üstü eləmirsən, məşğələ altı, buna görə mən biraz çaşdım. Sizə elə sual verməyəcəklər. Elə sual yoxdur. Elə şey yoxdur ki, sizə sual versinlər. Əgər kimsə sizə sual verər, indi onlar da hər kəs bilgili olmur da. Bizim ixtisasımız olduğumuz üçün biz daha da dərindən bilirik. Mən həmişə müəllimlərə də bunu deyirəm. Bu ixtisas bizimdir, biz bunun içindəyik. Biz yeri gələr hamıdan da dərin bilirik. Çünki işləyirsiniz illərlə, təcrübəlisiniz. Təcrübə də öz sözün deyir, nə qədər. Və düşünün, gəlib, məsələn, deyək ki, mən sizin qrupunuza gəlmişəm və deyirəm ki, məşğələlər arası inteqrasiyamızı göstərin. Açın kurikulumun kitabını, PDF-sini çıxardın, qoyun qarşıma, deyin ki, indi siz də burada mənim məşğələ arası inteqrasiya göstərin. Bizim 2 dənə inteqrasiyamız var, inkişaf sahəsi daxili, inkişaf sahəsi arası. Məncə bunlar. Mənim kurikulumun kitabı 54 səhifəlik deyirsiniz. Bəli, o da əsas. Əsas mənbə odur. Terin fikrinizi. Ondan sonra heç nə deməyəcəklər. Belə. Burayla bağlı sualımız bitsə, keçək yaradıcılıq əsas hissələrdən birinə. Bura kimi aydındır müəllimlər mövzumuz? Bəli. Əla. Deməli, bəli, atarım. Aha, çox sağ olun. İndi səsləri bağlayaq, davam eləyək. Çox sağ olun, çox təşəkkür edirəm. Deməli, müəllimlər, burada var ardıcıllıq. Ardıcıllıq nədir? Ümumiyyətlə biz perspektiv plan yazanda, məsələn, standartları qarşımıza qoyuruq, başlayırıq biz orada mövzular, məşğələlər çıxardıb işləməyə, düzdür? Amma məsələn, biz istədiyimiz tarixdə istədiyimiz mövzunu seçə bilmərik, istədiyimiz məşğələdə istədiyimiz mövzunu seçə bilmərik də, düzdürmü? Orada bir sıra ardıcıllıqları qorumalıyıq. Bu da bizim məntiqi ardıcıllığımızdır, psixoloji ardıcıllığımızdır, xronoloji ardıcıllığımızdır. Bəs bu ardıcıllıqlar nədir? Hansı ki, məntiqi ardıcıllıq dedikdə, yəni məzmun məntiqi cəhətdən bir-birini tamamlayır. Yəni sizin burada seçdiyiniz mövzunuz təsadüfi şəkildə ola bilməz. Müəyyən bir istiqamətdə gedir. Bilik, bacarıq ümumidən xüsusiyə doğru inkişaf etdirilir. İndi gəlin bunu faktoloji dediyim, indi gəlin sadə dildə deyim. Bu nə deməkdir? Baxın, deyək ki, siz həftədə müxtəlif məşğələlər keçirsiniz. Birinci gün deyək, ətraf aləm keçirəm, ikinci gün riyaziyyat keçirəm, üçüncü gün təsviri fəaliyyət və s. Özünüz öz cədvəlinizi məndən də yaxşı bilirsiniz. Və düşünün ki, mən birinci günü gəlirəm uşaqlara deyirəm ki, uşaqlar, bugün biz sizlə heyvanları öyrənirik. Həftənin üçüncü günü təsviri fəaliyyətdə də deyirəm ki, gül şəkli çəkirik. İndi mən bu heyvanı elə bir gündə ətraf aləmdə öyrədib yekunlaşdırdım. Bəs heyvan çəkməsinlər, heyvan çəkməyi öyrənməsinlər, heyvan kimi hoppanmağı öyrənməsinlər, heyvan saymağı öyrənməsinlər. Deməli, sizin bir həftə ərzində mövzularınız məntiqi cəhətdən əlaqəli olmalıdır. Əslində sizə bir belə açar söz deyim. Ətraf aləm məşğələsini yazırsınız perspektiv yazanda. Sonra digər mövzularınızda ona əsasən yaza bilərsiniz. Məntiqi cəhətdən əlaqə qurursunuz. Yəni, sizin həftə ərzində keçdiyiniz mövzular təsadüfi deyil. Bir-biri ilə əlaqəlidir. Yəni, məsələn, bu günlərim ailə mövzusudursa, fikir verin, bütün həftə ailə olacaq. Hər bir məşğələdə də ailəni əhatə edəcəksiniz. Ailə rəsmi çəkdirəcəksiniz, ailə üzvünü saydıracaqsınız, yəni ən azı toxunacaqsınız. Belə, bu bizim məntiqi ardıcıllığımız idi. Gəldik psixoloji ardıcıllığa. Psixoloji ardıcıllıq deyir ki, sadədən mürəkkəbə doğru getsin, yaxından uzağa doğru getsin. Yəni, burada uşağın biliyi, bacarığı formalaşdırsın, yəni uşağın inkişaf səviyyəsi, yaşı, potensialını əsas nəzərə alın. İndi deyəcək, say müəllimə, biz necə eləyək ki, sadədən mürəkkəbə gedək? Yaxından uzağa nə deməkdir? Belə suallar çıxır da ortaya. Baxın, müəllimlər, belə bir məlumat verim ki, sizə. Sadədən mürəkkəb budur ki, yəni, məsələn, sentyabr ayında başladı da, deyək ki, dərslərimiz, məşğələlərimiz. Mən durum belə birbaşa mürəkkəb, çətin mövzuları öyrədə bilmərəm. Məsələn, mən birbaşa heyvanlar, ev heyvanı, vəhşi heyvan hamısını bir yerdə öyrəsəm, təbii ki, də uşaq öyrənməyəcək. Ona görə nə edirsiniz? Birinci, məsələn, ev heyvanlarını öyrədirsiniz, məsəl üçün, sonra vəhşi heyvanlar, sonra ümumi heyvanlar və s. Nə edirsiniz? Sadədən mürəkkəbə. Azdan çoxa deyək də, yaxından uzağa öyrədirsiniz. Yaxından uzağa nədir? Uşağın yaxını kimdir? Yaxından uzağa ümumiyyətlə kim başa düşür? Bir dənə yazsın, mənə maraqlı gəldi.
Yaxından uzağa deyəndə nə başa düşürsünüz? Sadədə mürəkkəbə. Bəli, o da düzdür, amma yaxından uzağın tam istəyirəm açsasınız. Kimsə desin. Mən deyim müəllimə, üzr istəyirəm. Mən özüm yaxından uzağa belə, yəni uşaq tuturuq da, yəni yaxın anadır, uzağa qarşı getsəm tərbiyəçi müəllim. Tərbiyəçi ana kimidir uşaqlara, deməyin uzaqda. Yəni birinci ana olur, sonra bağçaya gedir, yaxından uzağa da, yəni elə Yox, müəllim, ailə üzvləri haqqında keçiriksə, ailə üzvlərində hamı bilir ki, ata, ana, bacı, qardaş. Əgər ailədə biz ümumi yazırıqsa, nənə, baba ola bilər ki, onda onları qeyd edirik. Bəli, əla. Deməli, müəllimlər, yaxından uzağa nədir? Məsələn, mən bugün uşağa birbaşa yaxınlarını öyrətməmiş, yəni özünü, ailəsini, vətənini, mənim ailəm, mənim vətənim, bu tərz mövzuları keçməmiş, getmişəm birbaşa başlamışam canlı aləmdən. Təbii ki də bu uşaq öyrənməyəcək. Deməli, nə etməliyəm mən burada? Yaxından uzağa doğru getməliyəm. Birinci, uşağın özü ilə bağlı sadə mövzuları öyrətməliyəm. Sonra getməliyəm uzağa. Bu demək idi. Ona görə fikir versin. Məsələn, niyə görə həmişə savad təlimdə birinci A hərfini öyrədirəm, sonra N hərfini, sonra T. Fikir verin, ana, ata, yenə də gəldi görürsünüz, yaxından uzağa. Ona görə də birinci sadədən mürəkkəbə, özündən uzaqlara. Bu qaydada öyrədirik. Ən rahat isə xronoloji ardıcıllıq idi. Xronoloji ardıcıllıq isə tarixdir. Məsələn, mən deyək ki, yaz fəslindəyim. İndi məsələn, yay fəslindəyim. Durub qış şeirini öyrədə bilmərəm artıq. Payızdayam, payıza aid mövzular. Məsələn, bayram günləri var, yeni il bayramı, 8 mart. Hər bir tarixin özünün mövzuları var. Məsələn, 8 mart tarixindəyim, gəlib Kosa keçələ öyrətməyəcəm ki, birinci ən azı qadınlar gününü, analara aid bir şey öyrədirəm. Ondan sonra keçirik də digər hissələrə. Bu da bizim xronoloji ardıcıllığımız idi. Bu mövzuda inşallah çətinliyimiz olmaz. Bir də bayaqlarım təlim nəticəsi, ümumi təlim nəticəsi dediniz. Dediniz ki, mən başa düşmürəm. Düzdür, bu tamamilə ayrı mövzudur. Hətta yaxşı olar ki, mən vaxtım olanda inşallah bir dəfə təlim nəticəsinə aid mövzu seçərəm və eyni zamanda da təlim nəticəsini smart üzrə də izahlayarəm sizə. Daha rahat olar o mövzumuzda inşallah. Baxın, ümumi təlim nəticəsindən təlim nəticəsi sadəcə qısa deyə biləcəm. Çünki mövzumuzdan kənarda da istəmirəm çox ora gedim, toxunaq. Deməli, təlim nəticəsi budur ki, məqsəddir. Bu bizim məşğələmiz üçündür və qısa bir müddətlidir. Xüsusi vurğuluyursunuz. Məsələn, bugün A hərfini öyrədirsinizsə, uşağa gedib hərf səsləyə bilməzsiniz. A-nı spesifik orada vurğulamalısınız. Budur təlim nəticəsi. Qısa müddətlidir. Yəni, məşğələnin sonunda çatırsınız. Ümumi təlim nəticəsi isə, məsələn, deyək ki, mən orta qrupam, 3 dairəsində ilin sonunda uşaqlarım bacarmalıdır. Gördünüz, ilin sonu üçün mənim 3 dairəsini öyrətməli idim. Məsələn, böyük qrupam 5 dairəsini öyrətməliyəm. Bu qaydada. Yəni, ilin sonu üçün bir hədəfim olur və ümumi şəkildə öz əksini tapmış olurdum. Planlaşdırma ilə bağlı, bu hissələrlə bağlı hər hansı bir çətinliyimiz, sualımız var müəllimlər? Sualımız yoxdursa əgər, keçmək istəyirəm, əla. Keçmək istəyirəm məşğələnin mərhələlərinə. Nədir məşğələnin mərhələləri? Və bayaq gözəl bir sual da verdiniz ki, ay müəllimə, biz məşğələnin mərhələlərini də yazmalıyıqmı? Özüm də bir tərbiyəçi müəllim olaraq bilirəm ki, cari plan çox uzun olur və sizləri də, bizləri də çox yorur. Hələ düşünün, ora məşğələnin də mərhələsini yazsaq necə yorularıq? Ona görə çox sağ olsunlar, biz məşğələmizin mərhələlərini planımıza yazmırıq. Deməli, planlaşdırmada məşğələnin mərhələləri yoxdur. İcmalda yazılır. İcmal isə cari plana əsasən tərtib olunurdu. Məşğələmizin 3 mərhələsi var müəllimlər. Bəzən burada motivasiya aktuallaşdırmanı görənlər 2 dəfə götürür bunu. Yox. Məşğələnin 3 mərhələsi var. Birinci mərhələ motivasiya və ya aktuallaşdırma, ikinci dərk etmə, üçüncü tətbiq etmə. Niyə görə motivasiya və aktuallaşdırma? Yəni siz nə motivasiya istifadə eləməlisiniz və yaxud da aktuallaşdırma. İkisini bir arada istifadə edə bilməzsiniz. Məsələn, deyək ki, motivasiya eləmişsiniz, sonra aktuallaşdırma səhv eləmişsiniz. Artıq olmaz bu. Motivasiya budur ki, baxın, adi bir özümüz də həvəsdən düşəndə necə oluruq? Bizə bir motivasiya lazım olur ki, tezdən gücümüzü toplayaq, imtahana hazırlaşaq. Bizi həvəsləndirirlər, marağımızı cəlb edirlər və s. Bu motivasiyadır. Aktuallaşdırma isə köhnə biliklə bağlıdır. Gəlin birinci bu mərhələləri sadə və başa düşülən şəkildə, sonra isə əsas faktoloji ilə deyəcəm. Baxın, motivasiya mərhələsində bəzən müəllimlər elə başa düşürlər ki, biz uşaqlara nəsə öyrədirik. Motivasiya budur ki, bəzən olur qrupda uşaq deyir ki, mən məşğələ istəmirəm, mən məşğələyə qoşulmaq istəmirəm, mən öyrənmək istəmirəm, mənə məşğələ sıxıcı gəlir, mən oyun oynamaq istəyirəm və s. Bu suallar tez-tez görürük. Hətta uşaq gedir kənarda oturur. Amma siz bir də görürsünüz, elə maraqlı motivasiya ilə başlayırsınız, elə cəlbedici başlayırsınız. O kənarda oturanlar hamısı gəlir, qoşulur. Niyə? Çünki marağını cəlb etdiniz. Deməli, motivasiyada sizin əsas məqsədiniz nədir? Uşaqları cəlb eləmək.
Nəsə öyrətmək yox, sadəcə cəlb eləmək. Məsələn, səhv deyəndə belə əqli hücum edirik. Əqli hücumda bilirsiniz də, səhvinizi demirik axı biz uşaqlara. O qədər rahat bir mühit yaradırıq ki, tam rahat olurlar. Elə hiss edirlər ki, motivasiyada bu uşaqlar hər şeyi bilirlər. Əsas dərk etməyə kimi hər şeyi bilmiş kimi hiss edirlər. Artıq biz onları cəlb eləmişik. Artıq həvəslidirlər axı. Dərk etmədə artıq nə istəyiriksə öyrədirik. Bütün öyrətdiklərimizin hamısını dərk etmədə öyrədirik. Gəlirik, keçirik tətbiq etməyə. Tətbiq etmədə də artıq öyrətmisiniz axı, yordunuz uşaqları. İdman dəqiqəsi edirsiniz. Sonra keçirsiniz tətbiq etmə hissəsinə. Tətbiq etmədə də üçün artıq öyrətmisiniz. Qazanılmış biliklər var. Onları da möhkəmləndirib praktika edəcəksiniz. Bu mənim sadə öz sözlərimlə ifadə etməyim idi. Amma indi keçdik əsas faktolojiya, testlərə. Bu siz başa düşəsiniz deyə idim. Bu sözlərin bəlkə də testlərdə görünməz. Amma başa düşəndə tapa bilərsiniz. Deməli, motivasiya və ya aktuallaşdırma. Mən nə zaman aktuallaşdırma istifadə edə bilərəm? Əgər siz heç cür motivasiya qura bilmirsinizsə, bu zaman aktuallaşdırma istifadə edə bilərsiniz. Bir də elə məşğələlər var ki, həftədə 2 dəfə keçirilən məşğələlərdir. Bu məşğələlərdə də birinci motivasiya qurmusunuzsa, ikincini aktuallaşdırma verə bilərsiniz. Yəni, köhnə biliklə əlaqələndirə bilərsiniz. Əlavə olaraq, motivasiya motivdir, həvəsləndirməkdir, daxilən uşağı təhrik etməkdir. Açar sözlərin hər birini aşağıda yazmışam, qeyd edəcəm. Deməli, motivasiyanın əsas açar sözləri hansılardır? Gəlin elə buradan açar sözlərin üzərindən izahlayayım. Deməli, motivasiya cəlb edici olur. Harada ki, cəlb edici sözü görürsünüzsə, çox asan testlər olur bu arada. Əgər orada cəlb edici sözü görürsünüzsə, deməli bu motivasiyadır. Motivasiyada yeni mövzu ilə bağlıdır. Əgər yeni mövzu keçirsinizsə, motivasiya ilə keçsəz daha yaxşı olar. Uşaqlar daha yaxşı öyrənər. Uşaqları həvəsləndirmək, uşaqları təşviq etmək, sövq etmək, baxın, uşağa həvəs yaradırsınız ki, fikrini irəli sürsün. Uşağı təşviq edirsiniz öyrənməyə, uşaqları sanki sövq edirsiniz öyrənməyə. Bunların hər biri motivasiya mərhələsidir. Burada diferensiallıq da nəzərə alınır, çünki uşaqların öyrənmə tərzləri və maraqları nəzərə alındığı üçün motivasiya daha yaxşı qurulur və hər kəsi cəlb edə bilirsiniz. Baxın, tədqiqata qarşı maraq. Bəzən deyirlər ki, ay müəllimə, burada nə tədqiqat aparırlar ki? Aparmırlar. Sadəcə tədqiqat aparacağıq, maraqlandırırsınız, həvəsləndirirsiniz. Fərziyyələr irəli sürürlər. Deyirlər, ay müəllimə, necə fərziyyə? İdeyalar. Yəni, əqli hücumda müxtəlif ideyalar irəli sürmürlər. Bunlar da müxtəlif fərziyyələrdir. Bu fərziyyələrdə motivasiya mərhələsində irəli sürürlər. Amma demirsiniz, bu doğrudur, bu səhvdir. Qəti demirsiniz ki, qoy özlərini bilikli hiss eləsinlər. Gəlib burada artıq bu fərziyyələrin nə doğru idi, nə yanlış idi, yəni dərk etmədə deyəcəksiniz artıq. Fərziyyə irəli sürürlər, motivasiya. Fərziyyələri dəqiqləşdirirlər, dərk etmə. Burada təxəyyül olacaq, çünki onlar kifayət qədər fikirlərini irəli sürdükləri üçün, onlar da heç kəs heç nə demədiyi üçün, onlar yaradıcı olacaqlar. Eyni zamanda diqqətlərini cəlb edirsinizsə, diqqət psixoprosesi də burada inkişaf etmiş olacaq. Köhnə biliyi xatırlayırıqsa, hafizə, yəni yaddaş varsa, keçirilən məşğələnin təkrarıdırsa, motivasiya qurulmayan məşğələdirsə, bu zaman aktuallaşdırma olur. Bir də əlavə bura klaster yazmışam. Niyə görə yazmışam? Çünki klaster məktəbə hazırlıq qrupundadır. Mərkəzə bir şəkil asırsınız və uşaqlar gəlib o fikri genişləndirir. Əgər o uşaqların məlumatı yoxdursa, köhnə biliyi yoxdursa, sizcə o nəyisə gəlib genişləndirə bilər orada? Xeyr. Ona görə köhnə biliklə əlaqəlidir. Buna görə yazmışam. Gəldik əsas mərhələ. Ən çox vaxtı, ümumiyyətlə motivasiyaya biz 3-5 dəqiqə vaxt ayırırıq. Ən çox vaxtı biz dərk etməyə ayırırıq. Özümüzün də ən çox danışdığımız, uşaqları sorğu-sual etdiyimiz, uşaqları tam öyrətdiyimiz bir mərhələmizdir. Yəni bir sözün adından da məlum olduğu kimi mövzunu əsasən dərk etdirirsiniz uşaqlara. Burada bilik, bacarıq vəhdətdə öyrənilir. Bu nə deməkdir? Məsələn, daha çox əvvəlki dövrlərdə uşaqlara biliklər aşılanırdı. Amma artıq bacarıq dövrüdür. Yəni, həm bilik aşılayırsınız, həm də bacarıq öyrədirsiniz. Təfəkkür və onun növləri elə burada formalaşır. Niyə görə? Çünki uşaq mövzunu dərk edir. Təfəkkür sözün mənası dərk etmək. Yəni, uşaq mövzunu dərk edirsə, deməli, təfəkkürü onun formalaşacaq. Burada artıq tədqiqatı aparırsınız. Tədqiqat sözün mənası axtarıb araşdırmaq deməkdir. Yəni, tədqiqatlar apararaq uşaqların öyrənməsinə nail olursunuz. Artıq bayaq demişdim, fərziyyələr irəli sürürlər. Motivasiyada fərziyyələrini dəqiqləşdirirlər, dərk etmədə. Buraya yazmışam qayda hissəsi. Bu sizi çaşdıra bilər ki, müəllimə burada nə deyib? Qayda hissəsi bu, məsələn, ailəni keçmirəm. Ailə nəyə deyilir? Məsələn, qan bağı olan insanlar bir yerdə yaşayırlar. Məsələn, ailənin növləri var və s. Başlayırsınız danışmağa da o qayda hissəsi. Bunu da siz dərk etmədə edirsiniz. İş formalarından istifadə. Məsələn, fərqi yoxdur. Uşağı istəyirsiniz cütəkləşdirin, istəyirsiniz təkəkləşdirin, istəyirsiniz qrup eləyin, fərqi yoxdur. Əsas odur uşaqlar öyrənsinlər. Bu da aid yerə dərk etməyə. Burada ən çox da müzakirələrdən istifadə olunur 4-6 yaşda. Çünki müzakirə etdikcə o qədər müzakirə edəndə bir mübahisə edirsən bir şeyi, o da daha yaxşı dərk edirsən də. Ona görə də
müzakirə iş üsulu burada olacaq. Gəldik tətbiq etməyə. Tətbiq etmə dedikdə isə bəli, klaster iş üsulu ancaq məktəbə hazırlıq qrupuna aiddir, çünki mürəkkəbdir. Tətbiq etmə fəaliyyəti dedikdə isə tətbiq etmə tətbiqi fəaliyyətlə əlaqəlidir. Burada daha çox situasiyalarda nə görərsiniz? Kiçik motorika birləşdirir, çəkir, rəngləyir, yapır. Bilin ki, tətbiq etmə mərhələsidir. Orada oyunda verə bilərsiniz. Qazanılmış bilik var, çünki dərk etmədə artıq qazanıblar. Köhnə bilik yox, qazanılmış, yəni yeni qazanıb gəliblər. Qazanılmış biliyi möhkəmləndirirsiniz, suallar oyundan istifadə edə bilərsiniz. Bu nümunədir bu arada. Başqa iş üsullarından da istifadə edə bilərsiniz. Çünki iş üsulu, iş formasını siz özünüz seçirsiniz. Əqli hücumu da istifadə edirsiniz motivasiyadan. İş üsulu seçmək, iş forması seçmək sizin öz hüquqlarınızdır. Ola bilər ki, tətbiq etmədə siz sual verərsiniz, mən oyun quraram. Yəni fərqli eləyə bilərik. Burada hər hansı bir məhdudiyyətimiz yoxdur. Bir də dərk etmədən tətbiq etməyə keçən zaman yorğunluğu aradan qaldırmaq üçün idman dəqiqəsindən istifadə edirik. Həmin idman dəqiqəsi əgər çox zehni gərginlik, məsələn riyaziyyat ağır məşğələdə zehni gərginlik tələb edirsə, bunu 2-3 dəqiqədə eləyə bilərsiniz. Yəni 2 dəqiqə olur normalda, 3 dəqiqədə edə bilərsiniz. Bizim Bir dənə də bayaq yazdım, çox xahiş edirəm onu dəqiqləşdirərdiniz. Çünki klaster dediniz ki, ancaq məktəbə hazırlıq qrupasında olur da. Yəni böyük orta qrupda istifadə olunmur klaster. Yox. Klaster məktəbə hazırlıq qrupuna aiddir. Çox sağ olun. Buyurun. Bircə dənə klasterdə məktəbə hazırlıq yazıblar. Bir də müzakirəni əvvəl 3-6 yaş deyirdilər. İndi yeni çıxan çərçivə sənədində dedilər ki, daha doğrusu verdikləri vəsaitdə də biz ora əsasən ümumiyyətlə danışırıq da, yəni bunları özümüzdən danışanmarıq. Orada da yazıldı ki, 4-6 yaş böyük məktəbə hazırlıq. Müzakirə mürəkkəb dediyi onda böyük məktəbə hazırlıq ediblər. Qalanlar digərləri 3-6 aid. Bir də 3-6-da yenilik var da, bilirsiniz, oyunlar işləyir. Aha, buyurun. Müəllim, olar bir dənə də mən sual verim, bu tətbiq etməklə əlaqədar. Buyurun deyin. Olar tətbiq etmədə məsələn qruplara böləsən uşaqları, fəaliyyət növlərindən qruplara verəsən. Məsələn, bir rəsm fəaliyyətinə mövzu keçirəm, məsələn, məntiqi riyazi təfəkkürü keçirəm, onu inteqrasiya eləyərəm estetikə, onun elə bir fəaliyyət növlərinə. Məsələn, qruplara tətbiq etmədə ola bilər ki, qruplara bölüm, bir qrupa məsələn aplikasiya verin, bir qrupa icil işi verin, bir qrupa quraşdırma işi verin də qrup işi kimi. Olar tətbiq etmədə belə eləmək. Olar. Əgər bacaracaqsınızsa, yəni həmin vaxt ərzində onu reallaşdıracaqsınızsa, təbii ki də olar. Eləyə bilərsiniz, buyurun müəllim. Təbii ki də eləyə bilərsiniz. Kiçik motorikanı möhkəmləndirirsiniz və qazanılmış biliyi möhkəmləndirirsiniz. Onsuz siz onları gözəl öyrətmisiniz də, verəcəksiniz 2 dəqiqə qruplar işləyib verəcəklər sizə. Mənim o addım-addım proqramımdaydı. Biz onu Uşaq önümlüdür də, elə uşaq önümlü addım-addım sayılır. Elə bu yəni bizim əvvəlki planımız Binəqədidə o plan idi ki, hər qrup fərqli məşğələlərdə istifadə etsin və s. Tam başa düşmədim, bir də deyə bilərsiniz? Müəllimə bayaqlar dedi ki, komandalarda plastlinlə, biri kağızdan, biri rəsm çəkmə kimi. Yəni bizim əvvəlki Binəqədi bağçası, biz əvvəllər elə idi bizim proqramımızda, planımızda. Binəqədidə hansı bağçasınız müəllimə? 266. Hə, mən də Binəqəddəyəm, ona görə maraqlı gəlir. Bilirəm, hə, sizdən biz də həmkar, eyni rayon. Hə. Aha. Belə. Bəli, o indi də var əslində. Qrup işi rəngarənglik sevir, müxtəlif ideyalar sevir, yəni bu gün də öz davamında var. Belə. Başqa sualımız var? Məşğələ mərhələsi ilə bağlı da ola bilər, digər hissələrlə də bağlı ola bilər. Ən əsası müəllimlər, plan haqqında müəyyən qədər aydınlanmalar, başa düşdüyünüz hissələr oldu. Yəni nəsə qata bildim bu mövzuda sizə? Bəli, müəllimə, fərqli idi. Çox sağ olun. Sağ olun müəllimlər, həqiqətən də. İndi mövzu izahımız bu günlük bu qədər idi. Çünki mən ancaq planla mərhələyə fikir verdim. Yəni daha çox bunun üzərinə düşdüm. Çünki hər bir mövzunu mən bir anda sizə öyrədə bilmərəm. Bunu biz hissə-hissə gedə bilərik sadəcə olaraq. Ona görə də hissə şəklində, yəni inanıram ki, vaxtım olduqca, güc-qüvvətim olduqca inşallah bacardığımı edəcəm. Çünki bilirsiniz artıq imtahanlarımıza da az qalıb, imtahanlar da az qalıb əsasən. Ona görə də daha çox çalışmalıyıq. Mən istəyərəm ki, həmişə özümdə bağça müəllimiyəm. Bəlkə də sizi ən gözəl başa düşən insanlardanam. Yəni çərçivə çıxıbdı ki, dedilər hələ çərçivə tam çıxmayıb, ona görə hələ bilinmir. Miqçilər üçün çıxıb, yəqin ki, düşünürəm, o çərçivə sənəddə ola bilər və yaxud da bir-iki dənə yeniliyin olduğu yeni çərçivə çıxa bilər. Amma inanmıram çox bir dəyişiklik olsun sizlərdə. Olmaz elə bir şey. Çünki imtahanınız artıq açacaq. Bu vaxtda da eyni imtahanı vermişdik. Yox, dəyişikliklər olur müəyyən qədər. Axşamınız xeyir Ayşə müəllimə. Hər vaxtınız xeyir olsun.
Çox sağ olun hər şey üçün. Allah razı olsun. Dəyərli vaxtınızı ayırırsınız bizə. Bir sual vermək istirdim müəllimə. Cari planda tarix yazmırıq da biz. Bəli. Kuruklum əsasında. Amma yoxlama gəlmişdi. Bəli. Həftəlik deyirsiniz də, yəni elə. Bəli. Biz də həftəlik yazırıq, amma gün tarixi yazmırıq da. O nəsə o vaxtdan, yəni belə bilmişik ki, tarix yoxdur da caridə. Yoxlama da gələndə dedi ki, niyə yoxdur tarix? Biz dedik olmamalıdır, dedi yox. Müəllimələrin də yarısı dedi yox, olmalıdır. Metodist dedi olmalıdır, biz dedik olmamalıdır. Bax, belə bir anlaşılmazlıq oldu, amma daha bilmədik hansı yerdə qaldı, yəni daha deyək. Bir dəfə də yadımdadır ki, yoxlama nəticəsində qayçı söhbəti olmuşdu. Müəllimə demişdilər ki, niyə qayçı yoxdur qrupunda? O da demişdi ki, mənim qrupumda olmamalıdır. Yoxlamada irad yazmışdı, müəlliməyə də aşağı bal vermişlər. Müəllimə ona apellyasiyaya verdi və qalib oldu. İndi yenə deyirəm, bu əslində biz də yazırıq, biz özümüz də yazırıq. Çünki bilirsiniz necə, cari plan elə bir şeydir ki, hər gün yazılan bir şeydir və bu tarixsiz mümkün deyil də. Sadəcə mən necə yazırsınız mənim? Yəni həftəlik işarə edirsiniz məsələn karandaşla ki, bu falan həftə. Yuxarısına yazıram ki, məsələn 21 deyək 06 deyək 2026 belə yazıram. Nəyə görə? Çünki özüm də qarışdırıram, ona görə yazıram xüsusilə. Çünki mən nə biləcəm hansı. Amma təəssüf ki, kurikulumun həqiqətən də belə deyək də kurikulumda deyir ki, tarix yazılmamalıdır. Yəni caridə tarix vurğulamayıblar. Mən də eyni onu götürmüşəm. Mənə tarix yazılmır deyəndə ki, biz perspektiv plan yazırıq. Orada tarixlər var. Dediyimi, belə bir şey var. İndi mən gələn dəfələrdə deyərəm. Diaqnostik dəyərləndirmə nəticəsində strategiyazda, planınızda çevik dəyişiklik eləyə bilirsiniz də, onsuz da. Nəyisə dəyişdirmək olur. Yəni o da var. Yəni Nazirlik tərəfindən heç bir çərçivə sənədi yoxdur ki, perspektiv biz carini onlardan yazırıq. O sizə nə vaxt veriblər ki, məsəl üçün bizə elə bir şey gəlməyib heç vaxtı? Bizə də verilməyibdi. Mən də elə sizi kimi müəllimlərdən almışım. Axırda özümüz seçənlər tətbiq eləmişik. Özünüz, ən gözəli özünüz edin. Həm öz qrupunuzu özünüz yaxşı tanıyırsınız. Niyə görə? Çünki öz qrupunuzda. Məsələn, mən plan tərtib edəcəm, bəlkə sizin qrupunuz heç uyğun olmayacaq. O da var. Ona görə ən gözəli standartı qoyun. Belə deyim də, ən gözəli nədir müəllimə? Standartı qoyun qarşınıza. Birinci ətraf aləmi yazın. Bizim məsələn müəllimlərin çoxsundan da eşitmişəm belə deyirlər. Ətraf aləmi yazandan sonra da mövzular əlinizdə var. Artıq onu digər məşğələlərdə məntiqi baxımdan, xronoloji baxımdan, tarixi baxımdan, psixoloji baxımdan uyğunlaşdırın. Ən gözəl oldu məncə. Elə eləyirik. Yəni dedim görüm əsas sənəd varmı? Yox, yoxdur. Əsas sənəd yoxdur. Mən görməmişəm yəni. Biz də özümüz yazırıq çünki. Müəllimə, bir söz soruşarım. Buyurun. Müəllimə, bu uşaqların müşahidə dəftərləri ilə bağlı sual vermək istəyirdim. Biz bu müşahidə dəftəri yazanda hər gün yazmalıyıq da, hər gün bütün uşaqları yazmalıyıq, yoxsa? 4 uşaq. Hər gün bütün uşaqları müşahidə edəməzsiniz. Onun üçün biraz, yəni bir dəftərə yazmaq olar, yoxsa hər uşağa başqa dəftər tutmalıyıq? Bir dəftərə də yaza bilərsiniz. Mən onu cədvəl formatında eləmişəm, özüm üçün cədvəllə işləyirəm. Baxın da siz necə eləyə bilirsiniz. Şəraitiniz var, bir dəftərdə tutun. Necə məsləhət edin? Yəni onun bir vahid bir şey yoxdur. O şəxsin inkişafı edilmədə gündə dövrü müşahidə gedir. Yəni dövrü müşahidələr edirsiniz. O mən cədvəl əsasında işləyirəm. Əvvəl mən də dəftərə yazırdım. Bir dəftər tutmuşdum. Gündəlik uşaqların adlarını yazırdım. Amma bilirsiniz necədir? Mən dəftər işləməyi sevmirəm. Niyə görə? Çünki artıq görün hansı dövrdə işləyirik. O dəftərlərə planlar yazırlar və s. Mən onları qəbul eləmirəm artıq. Mən daha texnologiyaya yaxın bir şeylər eləməyə çalışıram. İnşallah ki, gələcəkdə hamımız üçün də rahat bir yolun deyərlər. Hamımız daha rahat yazarıq. Çünki əli yazma adamı çox yorur həddindən artıq. Mən o sizin dediğiniz kimi cədvəli hardan özüm təşkil edib çıxartdırmalıyam, yoxsa? Mən sizə göndərərəm dərsdən sonra. Siz mənə yazarsınız. Mən cədvəl formasında mən də elə yazıram. Mən qarşı qrupda işləyirəm, 15 uşaqdır. Mən hər gün 3 uşağı elə yazıram. Yəni həftəyə tamamlayıram da. 3 uşaq, 4 uşaq belə götürürəm mən də. Məndə də cədvəl formasında. Bəli. Ona baxmışam. Müəllimə salam. Salam, buyurun. O elə bir müəllimə dövrü müşahidə adlanır da, hə? Yazılı müşahidə, dövrü müşahidə. Bəli. Onsuz da müəllimə, üzrü sayın bir dəqiqə, o onsuz da sizin cari planda o standartlarla işləyirsiniz, o standartları elə bir dəyərləndirirsiniz də, eyni şeydir. Sadəcə bir dənə diqqətli olun ki, məsələn, deyək ki, birinci günüdür, məsələn, 1-1-1-dən istifadə eləməmisiniz heç ki, 1-1-ə nəsə qoymayın da, onu istifadə eləməmisiniz heç. Elə eləyirəm, hansı məşğələni keçirəmsə, o məşğələ, bəli. O standarta uyğun işləyir, buyurun. Başqa sual verildi.
Sizin cədvəlinizi atardınız da mənlə. Ha, yazarsınız, mənimlə yadıma salarsınız. Mən buradan dərsdən sonra dərsə girəcəm. Təəssüf ki, göndərə bilməyəcəm hələlik. Boş vaxtım olan kimi göndərərəm. Müəllimə, qrupa atmaq olarmı o cədvəli Ayşə müəllimə? Ataram, bəli. Prosta deyirəm də dərsdən çıxacam sonra. Ayşə müəllimə, məktəbə hazırlığın proqramı indi ən gözəl proqramdır. Bilirsiniz nəyə? Həmin o addım-addımda var. Hazır şəkildə də gəlib müəllimə 2 hissədə. Çox yaxşıdır məktəbə hazırlıq. Bu qruplara baxanda müəllimə çox rahatdır işləmək. O kitabı hardan əldə etmək olar? Bizdə yoxdur onun. Vallahi bizə gəlmişdi bağçaya, göndərmişdilər. 4 hissəli deyirsiniz? Özü qala bilər. 2 hissəli plan var. 4 hissəli uşağa aiddir. 2 hissəli plan şəklində çox rahatdır. İnanın müəllimə onunla işləmək. Heç planı yazmasan da olar. Bilirəm. Onun məncə vəsaiti olmalıdır. Mən də metodik işim. Varsa göndərərəm. Onu da göndərərəm. Sadəcə bir dənə yazıb yadıma salarsınız. Çünki dərsdən sonra dərsə qoşulmuş. Mən onu mənə atarsınız da nümunəsini. Yaxşı. Göndərərəm müəllimə. Qrupa nə lazımdır sizdə? Sadəcə yenə deyirəm, əgər göndərməsəm, bilin ki, o mən unutmuşam. Çünki mən dərsdən dərsə çıxıb birəndə artıq o mənim yadımda qalmış. Elə bir şey var. Mən bir dənə söz soruşacağam. Mən burada çox sual verdim. Biz bax, indi məşğələlərdən sonra qrupda müşahidə dəftərimiz vardı da. Yay dəftərini demirəm. Hər gündə 4 dənə uşağı müşahidə üçün yazırıq. Bunu da bizə təzə deyirlər, keçən bilmirəm. Bu müşahidə dəftərində biz uşaqlara fərdi yanaşma qeyd edirik. Bilmirəm, indi sizdə var ya yox. O dəftər, bir dənə 12 vərəqli dəftər tuturuq. Hər gün elə bir ki, 3-4 uşaq haqqında məlumat ora qeyd edirik. Bu əslində bizim plan içində yazdığımız cari və fərdi iş vardırsa, ehtiyac varmı ki, o görəsən? Bilirsiniz, o yenilikdir, mən də işdim. Hətta sonuncu çıxan dəyərləndirmədə əlavə elədilər onu. Mən də dedim müəllimlər onu. Təsviri gündəlik qeyddir. Müəllimə, o təsviri gündəlik qeyd sayılır. Yəni elə bir gündəlik uşağın bir nəsə irəliləyişi haqqında bir təsviri gündəlik qeyd edirsiniz. Lazımsız, valla lazımsız vaxt alır. Lazımsız deyil. Günün birinci yarısında biz fərdi iş yazırıq. Yəni biz fərdi işimiz var. Hər dəfədə bir uşağı qeyd edirik. Əgər o vardırsa, onda nə ehtiyac var ki, biz yenidən müşahidə dəftərinə də fərdi yanaşma ilə eyni şeyləri yazırıq. Bilirəm, başa düşürəm müəllimlər sizə, amma yenə deyirəm, onu mən eləmirəm deyə, məsələn, Bilirəm, siz eləmirsiniz. Məncə də yəni bəzi sənədlərimiz yersizdir, çoxdur, uşaqlara vaxt qalmır, bütün müəllimlər də bunu bildirir, amma təəssüf ki, deyirlər və biz eləyirik. Belə. Müəllimə, axşamınız xeyir. Olar sualımı verin. Müəllimə, biz yəni yeni bağçayıq. Yəni bizə yoxlama gəlib bizə deməyib də bu uşaq haqqında yazın 4 uşaq, 5 uşaq, ya 3 uşaq. Yəni bizim bağçada yazan yoxdur. Onu bizə gəlib kimsə irad tuta bilər. Çünki bizə deyilməyib, məlumatımız yoxdur bu haqda. Bizə də deyilməyib əslində yoxlama tərəfindən. Sadəcə mən onu təlimdə eşitmişəm. Bizi təlimə göndərmişlər, orada dedilər. Bizi göndərməyiblər də. Bizi gəlib səhv tuta bilərlər müəllimə. Səhv tuta bilərlər çünki artıq dəyərləndirmə mövzusuna əlavə ediblər onu. Onu müəllimlərə demirlər. Metodistlərə deyirlər, metodistlər bizə onu deyir. Müəllimə, bizim bağçada metodist yoxdur. 12 qrupluq bağçayıq, bizim metodistimiz yoxdur. Hələ sistemli olmayıb ora. Təzədir deyə, hələ tam sistemə düşməyib. Amma artıq bilirsiniz də, hamı sertifikasiya hazırlaşırsınız deyə, o dəyərləndirmə mövzusuna baxarsınız, açıq hava oyunları ilə bağlı təlim var idi. Orada dəyərləndirmənin içində yazıblar ki, təsviri gündəlik qeyd. Bəli. Olmalıdır. Orada mütləq olmalıdır. Müəllimə, bir də bu yay məşğələlərinə bağlı sual vermək istəyirəm. Səsləri bağlayın, xahiş edirəm. Məktəbə hazırlıq qrupuyuq. Yay məşğələləri müəllimə hazır PDF formasında çıxardıb qoysaq olar, heç yazmasaq, yoxsa yazmaq mütləqdir əl yazmayla. Onu mən də soruşmuşdum. Dedilər yazmaq mütləqdir, ona görə tam dəqiq bilmirəm. Onu bilmirəm. Çünki mən də soruşdum, mənə də elə demişlər. Çünki mən sizdən qabaqdan keçmək istəyirəm o texnologiyaya ki, bircə onu da müəllimə bilirsiniz də, bizdə yəni işləyib yazıb müdir də qol çəkib, müəllimə də qol çəkib qoymuşlar 3 aylıq. Yəni onu heç səhv tutmamışlar da. Yəni bizdə rayon bağçası var, tanış adamda. Onda da məsələn təhsildən yəni veriblər müdirlərinə. O da möhür vurub, yəni qolunu çəkib, tərbiyəçi də qolunu çəkir, neçə aylıqda hazır yazır. Sadəcə onlar yaşıl jurnala işləyirlər. Yəni məşğələnin adını yaşıl jurnala işləyirlər. Yəni heç kimdə səhv tutmur. Neçə ildir də elə edirlər. Yəni onlar bilmirsə eləyə bilərsiniz. Amma mən onu bir dəfə özüm soruşdum, özüm eləmək üçün. Mənə dedilər ki, olmaz. Ona görə o haqqda artıq mənim tam dəqiq məlumatım yoxdur. Aha, müəllimə, çox sağ olun müəllimə. Var olasınız. Dərsiniz çox gözəl idi. Çox bəyəndim. İlk dəfə idi qoşulmuşdum. Yəni çox bəyəndim. Fərdi iş dəftəri ayrı, dövrü müşahidə ayrı olmalıdır bu dəftərlər, yoxsa bir dəftərdən olmalıdır? Bəli, ayrı. Bizdə də ayrı-ayrıdır. İndi
Cidden o eyni dəftərə mi yazılır yoxsa? Ayşə, mən bir də müəllimə bayaqlar dedi, biz o yaşlı dəftərdə də yazırıq elə planı. O belə baxanda biz eyni şeyi ora köçürürük. Sadəcə açıqlama ilə yazmırıq. O yaşlı dəftəri bizə gəlib yoxlayırlar. Biz belə də yazırıq. Əsas da yaşlıdır bu arada. Ən əsas. Hə, yəni ki, ancaq gəlib cari planımıza da baxılır. Onun üçün elə inteqrasiyasında hamısını orada qeyd edirik. Çünki orada daha geniş yazılıb ona görə. Hə. Belə. Hələlik sualları saxlayaq, yekunlaşdıraq müəllimlər. Çünki görürəm ki, sənədlərlə bağlı çox dərinləşirsiniz və bəzi verdiyi sənədlər artıq dəyərləndirmədir və sair başqa-başqalardır. Onu da bilirsiniz necə, mən sizə deyirəm. Amma dəyərləndirmə mövzusunu izahləsəm sizə, oradan artıq siz daha rahat mənə başa düşərsiniz, nəinki plan daxilində. Belə, ona görə gəlin indi birlikdə testlərimizə baxaq. Bir neçə dənə testlərimizdən də möhkəmləndirək. Sonra isə dərsimizi yekunlaşdıraq. Çünki mənim də dərsim var. Bundan sonra da dərsim var. Ona görə. Bir də əlavə olaraq bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, mənim sabahdan etibarən iyun qrupum başlayacaq fəaliyyətə. Və eyni zamanda iyun qrupumdakı sabah 20:00-da bizim ilk dərsimizdir və sınaq dərsidir. Ödənişsiz bir dərsdir. İndi bu dərsdə də mənim dərsimlə tanış oldunuz. Əgər istəsəz sabahki dərsimdə də yenə dərsə qoşularaq, sınaq dərsi kimi qoşularaq dərsin gedişatı ilə, testlərlə, PDF-si ilə, hər bir şeylə də tanış ola bilərsiniz. Əgər istəsəz, bununla bağlı da elə qrupda inzibatçıyam, onsuz da nömrəm var. Yazaraq, əlaqə saxlayaraq, belə deyim, məlumat ala bilərsiniz. Nə lazımsa kömək edin. Müəllimə qeyd edərsiniz zəhmət olmasa. Belə qeyd eləyəmirəm, müəllimə yazın. Hə, yazıram. Yaxşı, çünki belə də münasib mənim sizcətindir. Yazın mənə şəxsidə, ondan sonra qəşəng qeyd eləyəcəm. Şəxsidə yazarıq müəllimə inşallah. İnşallah. Belə, əlavə, indi başlayırıq testlərə. Əl işarələri qaldıran müəllimlərlə hərəsinə bir-bir oxuyacağıq. Çünki vaxtımız azdır, ona görə test az baxacağam. Növbəti dəfələrdə inşallah yenə də edərik. Növbəti dəfələrdə etmək üçün də bu arada bir xahişim də var sizlərdən. Qrupda da yazıram ki, qrupu paylaşaq, daha çox müəllim görsün, faydalansın. Amma təəssüf ki, bir də görürəm ki, ancaq eyni müəllimlər. Xahişim budur ki, dərsdən çıxandan sonra çox-çox xahiş edirəm sizlərdən qrupu paylaşaq ki, baxın bu biliklərdən daha çox müəllimlər faydalansın ki, bütün bağçalarda eyniləşmə getsin. Məsələn, hamımız artıq eyni bir şeyləri tərtib eləyək ki, bizim üçün də fərqli, belə deyim də, qarışıqlıq olmasın. Qarışıqlığa düşməyək, həm də mənə də dəstəyiniz olacaq. Bu da, belə deyim, ona görə də bunu da etsəz çox-çox sevinərəm. İndi isə başlayırıq testlərimizə. Deməli, Zülfiyə müəllimlə başlayaq. Çox sağ olun. Birinci test. Sağ olun. Uyğunluğu müəyyən edin. Müəllim riyazi təfəkkür məşğələsində uşaqlara həndəsi fiqurları öyrədir. Növbəti gün təsviri fəaliyyət məşğələsində isə həmin fiqurlardan istifadə edərək ev şəkli çəkdirir. Məntiqi ardıcıllıq qorunur. Müəllim uyğunluğu deyəcəm də, burada hansı uyğunluğu? Məsələn, birinci doğru hesab etdiniz, yoxsa etmədiniz? Birinci müəllimə, elə fikrimdə saxlayıram. Elə bir burada məntiqi ardıcıllıq vardır. Nə elə gəlir? Sual qoyaq. Müəllim uşaqlara vətən mövzusunu keçərkən onları hələ də dərk edə bilməyəcəkləri mürəkkəb siyasi termindən istifadə edir. Psixoloji ardıcıllıq. Müəllim illik planlaşdırmada mövzuları asandan mürəkkəbə doğru deyil, qarışıq şəkildə sıralayır. Xronoloji ardıcıllıq. Müəllim qış fəslində uşaqlara gül çiçəyin əkilməsini mövzusunda praktiki məşğələ keçir. Məntiqi ardıcıllıq qorunur. Müəllim uşaqların fiziki imkanlarını nəzərə almadan onlara ağır hərəkətlərdən ibarət idman yarışı təşkil edib. Psixoloji ardıcıllıq. Müəllimə, Y də səhvdir, D də səhvdir. Y də səhvdir, D də səhvdir. Xronoloji, illik planlaşma mövzuları asandan mürəkkəbə doğru deyil. Müəllimə, C də səhvdir, müəllimə. O da səhvdir. Müəllim uşaqlara vətən mövzusunu keçərkən onlara hələ dərk edə bilməyəcəkləri mürəkkəb siyasi termindən istifadə edir. Psixoloji ardıcıllıq. Müəllimə, bu da səhvdir. Ona görə ki, cümlə özü də səhvdir elə. Yəni orada pozulub əksinə psixoloji ardıcıllıq, yəni ola bilməz. Pozulub, bəli.
pozulub, düzgündür də yəni. A bəndi, amma müəllimə, müəllim riyazi təfəkkür məşğələsində uşaqlara həndəsi fiqurları öyrədir. Növbəti gün təsviri fəaliyyət məşğələsində isə həmin fiqurlardan istifadə edərək ev şəkli çəkdirir, məntiqi ardıcıl. Bu müəllimə düzdür. Bəli, həqiqətən də əlaqə yaradır. Məntiqi cəhətdən əlaqəlidir. Digərlərində isə orada pozulmalar var idi. Məsələn, vətən terminası o psixoloji ardıcılığın pozulmasıdır. Psixoloji ardıcılığın özü yoxdur orada. Ona görə digər variantlarımızda da səhvlik var idi. Allah, təşəkkür edirəm. Salim müəllimə. Sağ olun müəllimə, çox sağ olun. Buyurun, Salim müəllimə baxsın 2-yə. Salam müəllimə, necəsiz? Salam, yaxşı. İzah edilmişdir. Müəllim uşaqlara rəqəmləri öyrətmədən toplama əməlini keçir. Müəllim uşaqlara meyvələrin faydasını izah edir. Dərhal sonra musiqi məşğələsində meyvələr haqqında mahnı öyrədir. Faydasını izah edir. Dərhal sonra meyvələrin haqqında mahnı öyrədir. Müəllim uşağın fərdi inkişaf xüsusiyyətlərini nəzərə alaraq ona çətin tapşırıqlar verir. Müəllim yaz fəslində uşaqlara qar adamı düzəltməyi tapşırır. Müəllim ətraf aləm tanışlıq məşğələsində ev heyvanlarını keçir. Bədii təfəkkür məşğələsində isə vəhşi heyvanlar haqqında nağıl oxuyur. Burada siz müəllimə hansı bənd düzdür? B bəndi. Amma variantları izahləsəydiniz daha yaxşı başa düşərdim. Niyə A-nı götürmürsünüz? Niyə onu götürürsünüz? Onu da aydın başa düşürəm. Müəllimə uşaqlara rəqəmləri öyrətmədən toplama əməlini keçir. Burada məntiqi ardıcılıq yoxdur. Gərək birinci pozur məntiqi ardıcılığı. Gərək rəqəmləri bir öyrədək ki, sonra toplama əməlinə keçir. Bu ola bilsin psixoloji ardıcılıqda. Birinci rəqəm öyrədilsin, sonra asandan çətinə. Psixoloji ardıcılıq. Onu pozur. Meyvəni öyrədir, sonra musiqi məşğələsində meyvə haqqında mahnı öyrədir. Deməli ki, məşğələlər bir-birindən əlaqəyə girir. Əlaqəlidir. Məntiqi cəhətdən əlaqəlidir. C bəndində də fərdi inkişaf xüsusiyyətlərini nəzərə alaraq ona çətin tapşırıqlar verir. Yenə də asandan çətin söhbəti varsa, psixoloji ardıcıllıqdır. Bəli, müəllim yaz fəslində uşaqlara qar adamı düzəltməyi tapşırır. Bu da ki, müəllimə xronoloji ardıcılığı pozurdu. Yaz fəslində qar adamı düzəltməyi tapşırır. Müəllim ətraf aləmə tanışlıq məşğələsində ev heyvanlarını keçir. Bu da məntiqi ardıcılıq yenə burada pozulub. Bəli, burada da pozulub. Yəni ev heyvanını hələ möhkəmləndirməmişəm, öyrətməmişəm, keçmişəm birbaşa vəhşi heyvanı. Keçir vəhşi heyvanlara. Əla, təşəkkürlər Zəmirə müəllimə. Sağ olun. Sağ olun. Üçüncüdə hansı variantda məşğələnin müddətini tənzimləyir? İkinci, bu elə düz oxşuyur. Müəllim bədii təfəkkür məşğələsində uşaqlara pozulmuşdur, üzr istəyirəm. Müəllim bədii təfəkkür məşğələsində uşaqlara turp nağılını danışır. Sonra isə nağılı uşaqlarla birlikdə səhnələşdirir. Pozulmuşdur. Bu ilə uyğun gəlir. Müəllim uşaqlara nəqliyyat mövzusunu keçərkən yalnız kosmik gəmilərdən danışır. Gündəlik gördükləri avtomobili isə qeyd etmir. Bu düzgün deyil. Müəllim məşğələ planını uşaqlara maraq dairəsində uyğun qurur. Bozulmuşdur. Yəni, bu düzgündür. Müəllim məşğələ planını uşaqlara maraq dairəsində uyğun qurur. Sonra ki, müəllim fiziki mədəniyyət məşğələsində hərəkətli sayda mürəkkəbə doğru ardıcılıqla yerinə yetirir. Bu da düzgündür. Fiziki mədəniyyət məşğələsində hərəkətlər sayədə mürəkkəbə doğru yerinə yetirir. Mən burada qaldım birinci ilə, müəllim uşaqlara yaş və fərdi xüsusiyyətlər nəzərə alaraq məşğələnin müddətini tənzimləyir. Məşğələnin müddətini tənzimləyir deyəndə burada pozulmuşdur ki, müəllimə. Pozulmur da, düzdür. Pozulmur. Həqiqətən də uşağın yaşına əsasən vaxt bölgüsü var da. Biz səhv axtarırıq, yanlış axtarırıq, pozulma axtarırıq. B bəndidir müəllimə. Bədii təfəkkürün məşğələsində turpdan sonra səhnələşdirmə edə bilərəm ki, daha yaxşı öyrənsinlər, düzdür də. Pozulmuş. C bəndində müəllim uşaq, bunu dedim də bayaqlar, o nəqliyyat vasitəsində kosmik gəmidən danışır, gündəlik gördükləri avtomobilləri isə qeyd etmir. Əlaqələndirmir də uşaqların gündəlik. Əlaqələndirmir, yəni uyğunluq yoxdur burada. Bəli, burada pozulma var. Prosesi bir dənə fikrinizi yayındıran bu ki, pozulmuşdur sözü orada biraz çaşdırırdı sizi. Nə pozulmuşu? Diqqət eləmədiniz orada.
Əla. Könül müəllimə. Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir. 4-cü sual idi müəllimə. Bəli. Situasiyanı tamamlayın. Müəllim təsviri fəaliyyət məşğələsində uşaqlara payız yarpaqlarının rəngini müşahidə etdirir və sonra onlara bu rənglərdən istifadə edərək rəsm çəkməyə tapşırırsa burada situasiyanı tamamlayın. Xronoloji ardıcıllıq pozulur. Xronoloji tarixdir də müəllimə, правильно? O deyil. Yalnız fiziki inkişaf sahəsi reallaşdırır, xeyr. Məntiqi və psixoloji ardıcıllığı təmin olunur. Məntiqi və psixoloji oydu ki, yaxından uzağa müəllimə. Məntiqi də əlaqə qurur. Məşğələ qurur. Onlara payız rəngini müşahidə edilir və sonra müəllimə bu elə cürdür də. Sonra burada məsələn digərlərini təhlil edək. Fiziki inkişaf axız alınır, zövqü nəzərə alınır. Məşğələlər arasında inteqrasiya baş vermir. İnteqrasiya baş verir axı müəllimə. Çünki burada nə edir? Birinci təsvir fəaliyyət uşaqları payız yarpaqları rəngini müşahidə etdirir. Sonra rənglərdən istifadə edərək rəsm çəkməyə. Deməli burada cavab C-dir. Düzdür. Çünki burada həm məntiqi ardıcıllıq, həm də psixoloji ardıcıllıq təmin olunur. Bir də məşğələ arası inteqrasiya deyə bir şey yox idi. Ona görə C variantına da baxmırıq. Bizdən soruşulur ki, bunu tamamlayın. Ona görə də Analoq bir dənə də deyim. Deyil. Uyğunsuzluğu tapın. Mövzuların mövsümlərə uyğun. Yox, səhv oldu. Uyğunsuzluq istəyir bizdən. İndi doğru olacaq, yanlış olacaq. Başa düşmədim mən bunu. Nə demək istəyir? Uyğunsuzluğu tapmalıyım. Mövzuların mövsümlərə uyğun seçilməsi. Məntiqi ardıcıllıq yoxdur ki, müəllimə burada. Mövsüm deyir. Mövsüm nədir? Fəsildir. Fəsildir. Xronoloji ardıcıllıqdır məncə. Orada xronoloji ardıcıllıq var. Tarix. Deməli elə burada nə var? Uyğunsuzluq var. A variantı. Uşağın qavrama qabiliyyətinə uyğun materialın seçilməsi, psixoloji ardıcıllıq, bu düzdür də müəllimə, yaxından tutaq. Məşğələlərin bir-birinin tamamlanması, varislik. Nə deməkdir ki, müəllimə, məşğələlərin bir-birinin... Sadədə mürəkkəbə yersə, bir-birlərini tamamlayırlar, öyrədirsiniz. Keçirilən mövzunun əvvəlki biliklərlə əlaqələndirilməsi, məntiqi ardıcıllıq düzdür. Hadisələrin zaman ardıcıllığı ilə verilməsi, zaman vaxtıdır, mənim xronoloji ardıcıllıq. Yəni, burada A variantı yanlış idi. Allah, təşəkkür edirəm. Sonra. Burada əslində məntiqi ardıcıllıq yox, birincidə olmalıdır xronoloji ardıcıllıq. Bəli. Əgər xronoloji olsaydı uyğun olacaqdı, amma xronoloji deyildi, uyğun olmadı. Mənzər müəllimə. Təşəkkür edirəm. Buyurun. Axşamınız xeyir müəllimə, bir daha. Hər vaxtınız xeyir, buyurun müəllimə. Biri doğru fikir deyil. Standart həm cari, həm perspektiv planda əksini tapır. Bu doğrudur. İnteqrasiya həm cari, həm perspektiv planda əksini tapır. Bu da doğrudur. Məqsəd həm cari, həm də perspektiv planda əksini tapır. Müəllimə, xeyr, düz deyil. Sadəcə həftəlik planlaşdırmada olur məqsəd. Resurslar həm cari, həm perspektiv planda əksini tapır. Düzdür. Mövzu həm cari, həm də perspektiv planda əksini tapır. Bu da düzdür müəllimə. Təşəkkür. Səhv cavab deyil variant. Çox sağ olun müəllimə. Super, buyurun. Sonra davam eləsin. Asif yazılan müəllimə var burada. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun. Uyğunluğu müəyyən edin. Deməli, məşğələdə aktuallaşdırma mərhələsi ilə başladıqda köhnə bilikləri xatırlanması baş verir. Uşaqda köhnə bilikləri möhkəmlənir. Bu doğrudur. Aktuallaşdırma ilə bağlı məşğələ daha cəlbedici olur. Lakin hər mövzu üçün maraqlı və cəlbedici qurmaq mümkün olmadıqda motivasiyadan istifadə edilir. Bu yanlışdır. Yanlışı tapacağım indi. Motivasiya yeni, yəni uşağın öz tədqiqat edir, yoxlayır, öyrətməsi, tapşırıqlar həll etmə prosesində məlumatları, faktları axtarılması və toplanılmasıdır.
dərk etmə bilik və bacarıqların vəhdət formasında prosedurdur. Müəllim, burada cavab 1-lə 3-dür. Bəli, bir də burada müəllimlər faktların axtarılmasını bayaq mən sizə açar söz kimi demədim. Amma müzakirə üsulunda uşaq faktla danışmalıdır ki, sübut eləsin fikrini. Müzakirə üsulunda hardadır? Dərk etmədə. Ona görə motivasiya götürənməzdik. Bəli, burada 1-lə 3-ü götürəcəyik. O da D variantı olacaq. Əla, təşəkkürlər. Nərmin müəlliməm. Sağ olun. Sağ olun. Sağ olun müəllimə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Buyurun müəllimə. Faktların axtarılmasına Bir dəqiqə müəllimlər, üzrlüsün. Necə? Bu mərhələsində faktların axtarılması etməyə aid idi. Bəli, faktları axtarırlar. Niyə görə? Fikrini sübut eləməlidir, danışmalıdır. Bayaqdan deyirdim, fərziyələr irəli sürürlər, heç kəs onlara demirdi də sən yanlışsan. İndi bu fərziyəni dəqiqləşdirəndə faktla da sübut eləməliyik. O da müzakirə üsulundadır, inandırıcı nitq olur. O da olur dərk etmə mərhələsinə. Aha, 8-ci buyurun Nərmin müəllimə. Dərk etmə mərhələdir. Diqqəti cəlb etmək və uşağı maraqlandırmalıdır. Diqqəti cəlb etmək motivasiyadır. Bu deyil. Müxtəlif fərziyələrə səbəb olan vəziyyət yaradılmalıdır. Bu ola bilər. Ola bilməz. Müstəqil tədqiqata həvəsləndirilməliyik. Uşaqları həvəsləndirməliyik. Məktəbə qədər həvəsləndirmə də motivasiyadır da müəllimə. Doğrudur. Məktəbə qədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almalıyıq. Uşağı öz bacarığını həyata keçirməyə sövq etməliyik. Sövq etmə də dərk etmədir müəllim. Yox, dərk etməliyik. İstəmirsiniz, onu elə sövq edirsiniz ki, istəməyə başlayır. Bu motivasiya. Motivasiya. Bu mərhələdə təfəkkürün oxuyuram. Bu mərhələdə təfəkkürün müxtəlif növlərindən istifadə edilir. Sonrakı mərhələdə tərbiyəçi müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi məqsədi ilə suallar qoyur və bu suallar əsasında sistemləşdirmə apararaq uşaqların əldə etdikləri nailiyyətləri, təlimin məqsədləri və irəli sürülmüş fərziyələrlə tutuşdurur. Bu müəllimə. Fərziyələr dəqiqləşir, məqsədlər öyrədilir, ümumiləşdirirlər. Dərk etmə. Bəli, dərk etmə mərhələsinə aiddir. Çünki orada fərziyyə dəqiqləşir. Bayaq elə bu fərziyyə sizə çaşdırdı. Fərziyyə ideya deməkdir. Fərziyyəyə səbəb olan bir rahat mühiti yaradırsınız motivasiya da. Amma bu fərziyyəni gəlib dəqiqləşdirəcəksiniz, tutuşturacaqsınız dərk etmədə. Ona görə də Y variantını götürürük. Bunu tətbiq etməyə şeylədim və onda nəsə elə fikirləşdim ki, bu üzrə tətbiq etmədir Y bəndi. Tətbiq etmə qazanılmış bilik lazımdır. Təfəkkür lazım deyil, tətbiq lazımdır orada. Tədqiq, praktika, bunlar lazım. Tədqiq yox, tətbiq lazımdır. Ülkər müəllimə. Ülkər müəllimə eşitmədi. Oxusun Südabə müəllimə. Müəllimə. Aha, Ülkər müəllimə, buyurun. Canınız xeyir, necəsiniz? Hər vaxtınız xeyir, yaxşıyam, yaxşı olasınız müəllimə. Çox sağ olun. 9 oxuranı müəllimə. Uşaqlar əldə etdikləri bilik və bacarıqları möhkəmləndirir və onların praktik bilgisi artırır. Verilən situasiya hansı mərhələyə aiddir? Möhkəmləndirirsə müəllimə tətbiq etmədədir də. Əla müəllimə. Tətbiq etmə mərhələsi olacaq. Çünki möhkəmlər həm də praktika tətbiq etmədə olur. Tətbiq varsa praktika var. Əla, təşəkkür edirəm. Sonra Südabə müəllimə. Müəllimə, səs bağlı oxuyuram, xəbərim yoxdur. Deməli, tərbiyəçi müəllim əvvəlcədən planlı olması haqqında didaktik prinsip nəticə yönümlülükdür bu müəllimə. Biz belə öyrənmişik. Amma deyəsən 25-ci ilin deyir müəllimə çərçivə sənədində bu inkişaf yönümlülük götürülüb. Niyə?
Dəyərləndirmə inkişaf yönümlüdür. Amma planlı olmaq nəticə yönümlüdür. Nəticə yönümlülükdür. Ona görə hər müxtəlif versiyalar eşidirik müəllimə. Məncə də nəticə yönümlülükdür. Əvvəlcədən hazırlı olmaq. Əvvəlcədən planım varsa, sonda nəticəm var da. Bəli. Necə inkişaf edə bilərəm? Birində oxuyum müəllimə. Oxuyun. Biri perspektiv plana aid deyil. Standart, inteqrasiya, iş üsulu, mövzu, resurslar. Mövzu. Perspektivdə Yox. Perspektiv illik deyil müəllimə. Çaşdım. İş üsulu. Əla. Resul çaşdım. Sağ olun. Sağ olun. Oxusun Kəmalə müəllim. Sonra Fidan müəllimə. Kəmalə müəllimə, Fidan müəllimə. Mən bölməm şəxsi. Biri perspektiv plana aid deyil. 12-ni oxuyursunuz. 12. 12, hə. Biri cari plana aid deyil. Carinin standart məşğələ iş üsulu, mövzu, resurslar. Bu da məşğələ. Bəli, məşğələlər aid olacaqdır. Təşəkkürlər Fidan müəllimə. Axşamınız xeyir müəllimə, necəsiz? Xeyir, yaxşılarsınız, buyurun. Biri perspektiv plana aid deyil, iş forması müəllimə. Doğrudur. Əla, sonra Sürmə müəllimə. Axşamınız xeyir. Biri cari plana aid deyil, mövzu. Caridə mövzular olur axı. Tarix. Bəli, demişəm. Testlərdə görəndə götürün tarixi. Əla, sonuncu 15-ci ildə deyin, yekunlaşdıraq. Deyim müəllimə? Deyin. Tarix olacaq orada da. Perspektiv plana aid. Yox, düzdür, məqsəd olacaq, məqsəd. Təlim nəticələri, bəli. Testlərimiz düzdür, o qədər də çətin deyildi. Deyərdim ki, asan səviyyə testləri idi. Belə, mövzu izahına yer verdik deyə, həm mövzunu gözəl başa düşdüyünüz üçün məncə düşünürəm ki, testləri də daha rahat elədiniz. Düzdür, içində çox asan testlər də var idi. Müəllimə çox sağ olun, çox gözəl izah elədiniz. Yəni 2 illik təcrübəmiz olsa da plan yazmaqda da elə test işləməkdə də xeyli fərq vardır. Deməli, sağ olun müəllimlər. Növbəti dəfələrdə daha da mürəkkəb testlər inşallah işləyərik. Sadəcə mövzu izahına yer verdiyim üçün çox da uzun testlər salmadım ki, onları biraz müqayisələr, təhlillərdə zaman aparır və mən də dərsimə çatmalı idim buna görə. Çox sağ olun. Bəli. Təşəkkür edirəm. Mən geç qoşuldum. Sizin danışıq tərzinizi də çox bəyəndim. Təşəkkürlər. Çox sağ olun. Qaydı göndərəcəm müəllimə inşallah. Qulaq asmadığınız sitələrdə oradan baxarsınız. Nə yaxşı ki, qoş oldunuz. Çox sağ olun. Çox sağ olun. Xoş oldu. Bir dənə sual vermək istəyirəm. Yazmışam. Siz analitikaya baxmamısınız. Dünənləri mən dərsə qoşula bilmədim. Bakıda deyildim. Dünən atmadınız, soramı. Göndərəcəm üzünü sayın. Yəni yeni dərs keçmisiniz müəllim ödənənləri, yoxsa dərsin üzərində qalmışdı? Danışarıq könülməm o haqda indi burada danışarıq. Məlumat verməkdə. Deməli müəllimlər, dərsimiz bu qədər. Xoş oldu sizlərlə dərsi keçmək. Çox mən həmişə yəni nə qədər təlimçi də olsam, nə də olsa, həmişə deyirəm ki, təcrübəli müəllimlərin hər zaman təcrübəsindən faydalanmalıyıq. Mənim üçün də xoşdur ki, sizlər kimi təcrübəli müəllimlərlə birlikdəyəm. Sizlərdən də öyrənirəm, birlikdə öyrənirik. Xoş oldu. Birlikdə qəşəng müzakirə elədik, mövzumuzu da dərinləşdirdik. İnşallah növbəti mövzularımız da yenə olar. Dediyim kimi, buradan çıxandan sonra qrupu bölüşürsünüz, görəcəm. Çalışacağım vaxt ayırım, yeni bir mövzuda salaq. Belə müəllimə. Olar, mən də deyirsiniz. Deyin. Mən olar? Təbii ki də. Müəllimə, biz də sizə təşəkkür edirik ki, siz bizə ən dəyərli vaxtınızı ayırdığınız üçün. Çoxlu təşəkkür edirəm müəllimə sizə. Siz mənim dəyərlilərimsiniz. Çox sağ olun müəllimlər. Həqiqətən çox dəyərlisiniz. İnanın ki, yəni bu işi sırf təlimçi olduğum üçün etmirəm. Həqiqətən müəllimliyi çox sevirəm. Müəllimdən işləməyi ki, həddindən artıq. Sizin kimi gözəl müəllimlər tanımağı mən heç nəyə dəyişmərəm. Heç bir vaxtda da dəyişmərəm. Çox sağ olun müəllimlər. Çox səbirlə izah edirsiniz. Yəni çox yəni elə olur təlimçilərə sual versən, görsən ki, belə tez-tez cavab verir. Hamını diqqətlə dinləyirsiniz, səbirlə cavab verirsiniz. Allah razı olsun sizdən. Çox sağ olun müəllimlər, çox sağ olun. Müəllimlər də ən müsbət keyfiyyəti odur da, diqqətlə dinləyir, səbirlə cavab verir. Ay, çox sağ olun müəllimlər. Sizlər də eləsiniz. Hamımız müəllimiz çünki burada. Çox sağ olun müəllimlər. İndi dərsə qoşulacağam deyə istəyirəm dərsdən çıxım. Sağollaşaq. İnşallah yenidən yenə də görüşərik dərslərimizdə. Hələlik müəllimlər sağ olun. Mövzumuzu göndərəcəm. Biraz daha da təhlillər eləyin. Gələn dəfə daha çətin testlər işləyərik.